5. İyunun axırlarında polk manevrə çıxdı. Diviziya qərargahının əmri ilə polk Rovno şəhərinə qədər yürüşlə getdi. 2 atlı diviziyası ilə atlı qoşun hissələri bu şəhər ətrafında mövqe tutmuşdu. 4-cü bölük Vladislavka kəndində düşərgə saldı. Təxminən 2 həftədən sonra uzun müddətli manevrlərdə xeyli əziyyət çəkmiş bölük Zaborun qəsəbəsində yerləşdikdə bölük komandiri Kiçik Yasavol Polkovnikov polk qərargahından hissəyə çaparaq gəldi. Qriqori Vızvoddakı başqa kazaklarla birlikdə çadırda dincəlirdi. O, Kiçik Yasavolun sabun kimi köpüklənmiş at üstə dar küçədən ildırım kimi keçdiyini gördü. Həyətdə kazakların arasına vəlvələ düşdü. Olmuya yenə də yola çıxırıq. Proxor Zıkov öz mülahizəsini söylədi və intizarla qulaq asmağa başladı. Vızvod Uryadniki əlindəki iynəni furaşkasının astarına sancdı. O, şalvarının cırılmış yerini gözüyürdü. Deyəsən yola çıxırıq. Lənətə gəlmişlər, adamı dincəlməyə də qoymurlar. Vaxmister deyirdi ki, briqada komandiri gələsidir. Şeypurçu təhlükə siqnalı çaldı. Kazaklar sıçrayıb ayağa qalxdılar. Mən bu təmbəki kisəsini hara qoydum? Deyə Proxor Zıkov ora-bura vurnuxmağa başladı. Atları yəhərlə! Sənin kisəciyin cəhənnəm olsun! Deyə Qriqori qaça-qaça qışqırdı. Vaxmister qaçaraq həyətə girdi. Bir əli ilə qılıncından tutaraq atlar bağlanan yerə yüyürdü. Atları nizamnamədə göstərilən vaxtda yəhərlədilər. Qriqori dartıb çadırın payalarını qopardırdı. Uryadnik məqam tapıb onun qulağına pıçıldadı. Müharibə başlanıb, oğlan. Yalan deyirsən. Allah haqqı, Vaxmister xəbər verdi. Çadırları söktülər. Bölük küçədə sıraya düzüldü. Bölük komandiri qızışmış atının belində sıra önündə hərlənirdi. Onun zil səsi cərgələr arasında dalğalandı. Vızvodlarla arş! At dırnaqları tappıltı saldı. Bölük çaparaq yürüşlə qəsəbədən böyük yola çıxdı. 1-ci bölüklə 5-ci bölük atları arabir yorğa yerişlə sürə-sürə kiçik stansiyaya gəldi. Bir gün sonra polk silah əsləhəsi ilə bərabər sərhədin 35 versliyindəki Verba stansiyasında qatardan düşdü. Stansiyadakı ağcaqayın ağaclarının arxasında dan yeri qızarırdı. Səhər yaxşı hava olacağı ehtimalı var idi. Paravoz yolda gürültü salmışdı. Səhər şehi düşmüş reislər işıldayırdı. Atlar vaqonların qapısına söykədilmiş taxta pilləkənlərin üstündə fısıldaya-fısıldaya enirdilər. Su çıxaran maşının dalında adamlar bir-birini səsləyir, ucadan verilən komanda eşidilirdi. 4-cü bölüyün kazakları atlarını yedəyə alıb yolun bu tərəfinə keçirirdilər. Adamların səsi Yasəməni səhər alatoranında batıq çıxırdı. Onların üzləri tutqun göyümsov rəngə çalır, atların kölgələrini seçmək mümkün olmurdu. Bu hansı bölükdür? Bəs sən hansı bölükdənsən? Olmaya azmısan? Bu saat mən kim olduğumu sənə göstərərəm, alçaq. Zabitlə nə cür danışırsan? Tanımadım zat haliləri, səhv elədim. Keç get. Niyə qulaqlarını salladıb dayandın? Odur, paravoz gəlir, tərpən. Vaxmister, sənin 3-cü vızvodun hanı? Bölük, toplaş. Atlılar isə yavaşca pıçıldaşırdılar. 2 gün, 2 gecə yatmayandan sonra toplaşmışıq. Sənin anan mələr qalsın. Syomka, o papirosu ver, 1-2 qullab vurum. Axşamdan bəri papiros çəkməmişəm. Ayğırı çək getsin. Ona azar dəysin. Qantarğanın dəmirini gəmirib sındırmışdır. Mənimkinin də qabaq ayaqlarının nalları düşüb. Başqa tərəfə dönmüş başqa bir bölük 4-cü bölüyün yolunu kəsmişdi. Mavi səma işığında süvarilərin qaraltısı tuş ilə çəkilmiş şəkillər kimi aydın görsənirdi. Atlılar 4 cərgə olmuşdular. Nizələr havada başı qopardılmış günə baxan gövdələri kimi yırğalanırdı. Hərdən bir üzəngi cingildiyir, yəhərin döşəkçəsi xırçıldayırdı. Ey qardaşlar, hara gedirsiniz? Kirvəmizin xaç suyu qonaqlığına gedirik. Ha. Səsinizi kəsin, orada nə səs küydü? Proxor Zıkov yəhərin dəmir çəkilmiş qaşından yapışıb diqqətlə Qriqorinin üzünə baxır və pıçıldayırdı. Melexov, sən qorxursanmı? Nədən qorxacam? Necə nədən? Bəlkə elə bugün döyüşə girdik. Nə olsun, döyüşərik. Amma mən qorxuram, deyə Proxor boynunu aldı və şehdən islanmış, sürüşkən cilovu barmaqları ilə əsəbi halda dartışdırdı. Vaqonda bütün gecəni səhərədək yatmamışam. Nə qədər əlləşdimsə də yuxum gəlmədi. Bölüyün qabaq sıraları yırğalandı, sonra uzandı. Hərəkət 3-cü vızvoda keçdi. Atlar müntəzəm yerişlə addımladı. Süvarilərin ayaqlarına taxılmış nizələr havada silkələnə-silkələnə irəlilədi. Qriqori əlində cilovu boş saxlayıb mürgülüyürdü.
Ona elə gəlirdi ki, qabaq ayaqlarını sərrast qaldırıb qoyan, onu yırğalayan at deyil, yeriyən Qriqorinin özüdür. Həm də o, qapqara və bürkülü bir yolla haraysa gedir, getdikcə özünü çox yüngül hiss edir, bu da ona ləzzət verir. Proxor onun qulağının dibində nə isə deyirdi. Onun səsi yəhər xırçıltısına, atların tappıltısına qarışır, qayğısız mürgü aləmində ona mane olmurdu. Onlar kəndarası yolla gedirdilər. Səssizlik qulaqlarda cingildiyir, adama elə bir layla çalırdı. Yetişmiş yulaf zəmiləri şeyh içində idi. Atlar cilovları kazakların əlindən dartır, başlarını gödək süpürgəvarı otlara uzadırdılar. Qriqorinin yuxusuzluqdan şişmiş göz qapaqları arasına mehriban işıq süzülürdü. O başını qaldırır, bayaqki kimi Proxorun yenə də araba cırıltısını xatırladan səsini eşidirdi. Uzaqdakı yulaf zəmisi arxasından qəflətən qopan uzun-uzadı uğultu onu yuxudan oyatdı. "Top atırlar!" deyə Proxor demək olar ki, qışqırdı. Onun dana gözləri vahimədən tutqunlaşdı. Qriqori başını qaldırdı. Qabağındakı atın beli qalxıb endikcə Vuzvod Uryadnikinin boz şineli də tərpənir, yan tərəfində taxılı biçilməmiş zəmilər hərəkətsiz durur, teleqraf dirəyi üstə bir torağay oynaşırdı. Top atəşinin güclü nərəsi bölükdən elektrik cəryanı kimi keçib adamları hərəkətə gətirdi. Top atəşindən qızışmış kiçik yasavol Polkovnikov bölüyü löhrəm yerişlə apardı. Qapısı bağlı bir meyxana yanında, kəndarası yol qovşağından o tərəfdə yavaş-yavaş qaçqınların arabaları görünməyə başladı. Paltarları yaraşıqlı Dragon eskadronu sürətlə bölüyün böyründən keçib getdi. Xurmayı bakembardlı, cins kürən at minmiş dragonların komandiri kazakları istehsalı baxışla süzdü, atını mahmızladı. Qısa lüləli ağır toplardan ibarət bir bateriya cillik bataqlıq dərədə batıb qalmışdı. Topa qoşulan atların sürücüləri onların cilovundan dartır, o bir əskərlər də topların yanında əlləşirdilər. Ucaboy çopur topçu meyxana tərəfdən bir qucaq taxta gətirirdi. Çox ehtimal ki, onları hasardan çıxartmışdı. Bölük piyada polkunu ötüb keçdi. Şinellərini lülələyib çiyinlərindən aşırmış əskərlər yeyin yeriyirdilər. Onların tərtəmiz yuyulmuş qazançaları günəş altında işıldayır, süngülərinin ucu parıldayırdı. Axırıncı rotanın balacaboy və Delisov yefreytoru Qriqoriyə bir parça palçıq tulladı və dedi: "Tut, Avstriyalılara atarsan. Kiçdaşmay madyan," deyə Qriqori qamçısı ilə palçığı göydə vurub dağıtdı. "Kazakçığazlar, bizdən onlara salam dua aparın. Özünüz görüşərsiz." Qabaq cərgədə biabırçı bir mahnı oxuyurdular. İri yambızda arvada oxşayan bir əskər dəstənin böyrü ilə dalı-dalı gedir, əlləri ilə çəkmələrinin gödək boğazlarına şappıldadırdı. Zabitlər baxıb gülüşürdülər. Yaxınlaşan təhlükənin doğurduğu təşviş onları əskərlərə yaxınlaşdırır, iltifatda olmağa vadar edirdi. Piyada qoşun hissələri, yüklü arabalar, toplar, hərbi xəstəxanalar meyxana yanından Qorovişuk kəndinə qədər zəncir kimi uzanırdı. Tezliklə baş verəcək döyüşlərin ölüm saçan hənirtisi duyulurdu. Beresteçko kəndi yaxınlığında polk komandiri Kaledin 4-cü bölüyü ötüb keçdi. Qoşun starşinası da atını onunla yanaşı sürürdü. Qriqori polkovnikin yaraşıqlı qamətini gözləri ilə müşahidə edərək qoşun starşinasının həyəcanlanmış halda polkovnikə dediklərini eşitdi. "Vasili Maksimoviç, 3 verslik xəritədə bu balaca kənd qeyd edilməmişdir. Biz pis vəziyyətə düşə bilərik." Qriqori polkovnikin nə cavab verdiyini eşitmədi. Onlara çatmaq istəyən yavər də atını çaparaq sürüb keçdi. Onun atı sol dal ayağı üstə çökürdü. Qriqori bircə baxışla müəyyən etdi ki, yavərin atı yaxşı atdı. Uzaqda, çölün maylı yamacında balaca kəndin daxmaları görünürdü. Polk dəyişən yortma yerişlə gedirdi. Buna görə də atlar aşkarca tərləmişdi. Qriqori əlini öz kəhər atının qaralan boynuna çəkir, sağa-sola baxırdı. Kəndin o tərəfində ağacları yaşıl payalar kimi mavi səmaya dirənmiş meşənin zirvəsi görünürdü. Meşənin arxasından top atəşinin gürültüsü eşidilirdi. Bu səs indi süvariləri sarsıdır, atları sərvaxt olmağa vadar edirdi. Uğultular ara verdikdə tez-tez yayılım tüfəngi atəşi eşidilirdi. Xeyli uzaqda meşənin ardında şrapnellər partlayır, tüstüsü əriyib havaya qarışırdı. Tüfəngilərdən açılan yayılım atəşləri isə meşənin sağ tərəfində yayılır, gah yerli dibli kəsilir, gah da şiddətlənirdi. Hər bir səs Qriqoriyə kəskin təsir bağışlayır, onun əsəblərini get-gedə gərginləşdirirdi. Proxor Zıkov hey yəhərdə qurcuxur, boş-boşuna danışırdı. "Qriqori, atırlar! Elə bil uşaqlar çəpərin payalarını vura-vura qaçırlar. Düzmü deyirəm? Səsini kəs ay boşboğaz." Bölük balaca kəndə yaxınlaşdı. Burada həyətlərdə əskərlər qaynaşırdı. Daxmalarda vurnuxurdular. Ev sahibləri kənddən getməyə hazırlaşırdılar.
Hər tərəfdə adamların üzündə istirab və şaşqınlıq ifadəsi görünürdü. Bir həyətin yanından keçəndə Qriqori gördü ki, əsgərlər mərəyin damı altında tonqal qalamışlar. Ev sahibi ucaboy və ağsaqqal Belorus başının üstünü qəfil almış fəlakətdən o qədər özünü itirmiş, ruhdan düşmüşdü ki, bu hərəkətə məhəl qoymur, tonqalın yanından dinməzcə keçib gedirdi. Qriqori bunu da gördü ki, kişinin arvad uşağı üzü qırmızı balışları, başqa ev şeylərini arabanın içinə tulladığı halda, kişi heç kəsə lazım olmayan, kim bilir neçə illərdən bəri bir küncdə atılıb qalan təkər dəmirini qayğıkeşliklə arabanın yanına gətirirdi. Qriqori çiçək dibçəklərini, ikonaları daşıyıb arabaya yığan, amma qiymətli və lazımlı şeyləri daxmalarda qoyan qadınların gicliyinə mat qalmışdı. Kimsə pərqu balış üzünü tərsinə çevirib çırpdı, tük dağıldı, boran kimi küçəni bürüdü. Yanıq qurum qorxusu, zirzəmidə çoxdan qalmış şeylərin tündüyü duyulurdu. Kənddən çıxanda gördülər ki, qarşıdan qaça-qaça bir yəhudi gəlir. Onun ağzı çığırmaqdan qılınc yarası kimi açıla qalmışdı. Cənab Kozak! Cənab Kozak! Ah, aman Allah! Balaca, yumrubaş bir kazak qamçısını hərliyə-hərliyə atını löhrəm yerişlə sürərək keçdi. Onun qışqırığına məhəl qoymadı. İkinci bölüyün kiçik yasavulu kazakın arxasınca qışqırdı. Dayan! Kazak yəhərin qaşına yatıb atını sürdü. Döngəyə buruldu. Dayan alçaq, hansı polkdansan? Kazakın yumru başı atın yalı arasına girdi. O, cıdıra çıxmış kimi birdən atı dəlicəsinə sürətlə çaparaq sürdü. Hündür hasara çatdıqda isə şahə qaldırıb hasarın üstündən sıçradı. Vaxmister kiçik yasavula raport verdi. Cənab zabit, bizim bu tərəfimizdəki qoşun 9-cu polkdur. Kazak da yəqin həmin polkdandı. Qoy cəhənnəm olsun, deyə kiçik yasavul üz-gözünü turşutdu və üzəngisindən tutub yalvaran yəhudidən soruşdu. Nəyini əlindən alıb? Cənab zabit, saatımı almışdır, cənab zabit. Yəhudi göyçək üzünü ona yaxınlaşmış zabitlərə tutaraq tez-tez kirpi çalırdı. Kiçik yasavul üzəngini dartıb Yəhudinin əlindən çıxartdı. Atı tərpətdi. O biraz aralandıqdan sonra bığaltı gülümsəyib dedi. Fərqi yoxdur. Biz almasaq da almanlar əlindən alacaqlar. Özünü itirmiş Yəhudi küçənin ortasında qalmışdı. Üzünün əzələləri titrəyirdi. Bölüc komandiri ucadan "Yəhudi ağa, yoldan çıx!" deyə qışqırdı və qamçını yellətdi. 4-cü bölüyün kazakları atları tappıltı sala-sala, yəhərləri xırçıldaya-xırçıldaya Yəhudinin yanından keçdilər. Kazaklar özünü itirmiş Yəhudiyə rişxənd ilə baxaraq bir-biri ilə danışırdılar. Bizim cəmaat oğurluq eləməsə bağrı çatlar. Kazaka hər şey xoş gəlir. Qoy şeyini saxlasın. Amma o oğlan yaman zirəkdi. Atı tazı kimi hasarın üstündən sıçratdı. Vaxmister Kargin atını yavaşıtdı, bölükdən geri qaldı. Nizəsini Yəhudiyə tərəf uzadıb, "Qaç a kişi, yoxsa bunu indicə qarnına soxaram," dedikdə kazakların sıralarında gülüşmə qopdu. Yəhudi qorxudan ağzı açıla qala-qala qaçdı. Vaxmister atını sürüb daldan ona çatdı. Arxadan bir qamçı ilişdirdi. Qriqori gördü ki, Yəhudi büdrədi. Üzünü əlləri ilə örtdü, Vaxmisterə tərəf çevrildi. Onun nazik barmaqları arasından qan sızırdı. "Niyə vurursan?" deyə o ağlar səslə çığırdı. Vaxmister hökumət düyməsi kimi girdə quzğun gözlərini işıldada-işıldada gülümsündü. Atını kənara sürərək dedi. "Ayaqyalın gəzmə, axmaq!" Kənddən kənarda, hər tərəfində sarı lilpar və cil bitmiş dərədə istehkamçılar enli körpünü tikib qutarmaqda idilər. Yaxında dayanmış bir avtomobil uğulduyur və silkələnirdi. Şofer onun yanında vurnuxurdu. Maşında İspan qaydası saqqal qoydurmuş, yanaqlarının əti tuluq kimi sallanmış, dalını azca geriyə əymiş ağbaş yoğun bir general sərələnib oturmuşdu. 12-ci polkun komandiri polkovnik Kaledin ilə istehkam batalyonu komandiri də generalın yan tərəfində rəsmi təzimdə dayanmışdılar. General yan çantasının qayışını əli ilə oynadır, qəzəbli səslə çığırır, istehkamçı zabitinə deyirdi. "Sizə əmr edilmişdi ki, bu işləri dünən qutarasınız. Səsinizi kəsin! Tikinti materialları daşıyıb gətirmək qayğısına siz vaxtında qalmalıydınız. Səsinizi kəsin!" deyə general bağırırdı. Halbuki zabit ağzına su alıb dinmir, yalnız dodaqları titrəyirdi. "Bəs indi mən o taya necə keçim? Mən sizdən soruşuram, kapitan. O taya indi necə keçim?" Generalın solunda oturmuş gənc, qara bığlı başqa bir general gülümsündü. Kibrit çəkib siqarını yandırdı. İstehkamçı kapitan 2 qat oldu. Körpü tərəfdə nəyisə göstərdi. Bölük onların yanından ötdü. Körpünün yanında dərəyə indi. Atlar dizlərinə qədər bozuntul qara palçığa batırdılar. Yuxarıdan, körpünün üstündən kazakların başına şam ağacının ağ ovuntusu səpələnirdi. Günorta çağı sərhədi keçdilər.
Atlar böyrü üstə aşırılmış zol-zol sərhəd dirəkləri üstündən adıladılar. Sağda toplardan açılan atəş uğulduyurdu. Uzaqda kiçik malikanənin qırmızı kirəmitli damı görünürdü. Günəşin şüaları yerə şaquli düşürdü. Göyə qalxmış acı toz dumanı qayıdıb yerin üstünə çökürdü. Polk komandiri qabağa kəşfiyyatçı dəstəsi göndərmək barədə əmr verdi. 4-cü bölüyün 3-cü vızvodu öz vızvod komandiri yüzbaşı Semyonovla birlikdə kəşfiyyata çıxdı. Bölüklərə ayrılmış polk arxada toz duman arasında qaldı. 20 nəfərdən artıq qazaq dəstəsi kiçik malikanə yanından çaparaq keçdi, təkər izləri qırış-qırış olmuş yolla uzaqlaşdı. Yüzbaşı kəşfiyyat dəstəsini 3 verst qədər irəli apardıqdan sonra dayandırdı. Durduğu yeri xəritə ilə yoxladı. Qazaqlar papiros çəkmək üçün bir yerə yığışdılar. Qriqori atının tapqırlarını boşaltmaq üçün yerə düşmüşdü ki, vaxmister ona gözlərini ağartdı. "Bu saat səni əzişdirərəm. Ata min!" Yüzbaşı papiros yandırdı. Qabından çıxartdığı durbinin şüşəsini xeyli vaxt sildi. Qarşıda günorta istisindən qızmış düzənlik görünürdü. Sağda meşənin diş-diş kənarı görünür, yol iti-tiyə kimi meşəyə sancılırdı. Verst yarım uzaqda balaca bir kənd, onun böyründə isə gilli yarğanları parça-parça olmuş, çay və şüşə kimi işıldayan sərin su görünürdü. Yüzbaşı durbinlə o tərəfə xeyli baxdı. Məzar sükutu çökmüş kimsəsiz küçələrə nəzər saldı. Lakin ora qəbristan kimi bomboş idi. İnsanı yalnız qəşəng mavi su cəlb edirdi. Zabit gözləri ilə kəndi göstərib dedi. "Zənnimcə bura Korolyovkadır." Vaxmister atını səssiz-səmirsiz onun yanına sürdü. Üzündəki ifadə onsuz da deyirdi. "Siz yaxşı bilərsiz, bizlər balaca adamlarıq." Zabit durbini qabına qoydu və üzünü dişi ağrıyan adam kimi qırışdıra-qırışdıra qətiyyətsizliklə dedi. "Atlarımızı ora sürək." "Birdən onlarla üz-üzə gəlmərik ki, cənab zabit." "Ehtiyatla irəlilərik." "Hə, getdik." Proxor Zıkov atını sürüb Qriqoriyə daha da yaxınlaşdı. Atları yanaşı getdi. Onlar ins-cins görünməyən küçəyə ehtiyatla girdilər. Hər pəncərədən xata gözlənilir. Qapısı taybatay açılmış hər bir mərəyə baxanda adam canında yalqızlıq duyur, bel üstünündə iyrənc titrəmə hiss edirdi. Çəpərlər və arxlar maqnit kimi adamların nəzərini özünə cəlb edirdi. Onlar kəndə vəhşi kimi girdilər. Mavi qış gecəsində canavarlar da insan məskəninə beləcə yaxınlaşırlar. Amma küçələr bomboş idi. Ətrafa baş gicəlləndirən bir sükut çökmüşdü. Pəncərələri açıq qalmış bir evdən divar saatının adi tıqqıltısı eşidilir, bu tıqqıltı hər dəfə tüfəng atəşi kimi səslənirdi. Qriqori dəstə önündə gedən yüzbaşının birdən-birə necə səksəndiyini, əsəbi halda əlini tapançasının qoburuna attığını gördü. Kənddə bir nəfər də olsun adam qalmamışdı. Dəstə çayın dayaz yerindən keçməyə başladı. Su atların qarnına çatırdı. Atlar suya həvəslə girir, gedə-gedə su içir, lakin kazaklar onları dəhmərləyib tələstirirdilər. Qriqori bulaşdırılmış suya acgözlüklə baxırdı. Göz qabağında olan su onu cəzb edirdi. Lakin buna imkanı yox idi. Mümkün olsaydı, o sıçrayıb atdan düşər, paltarını soyunmadan yuxulu-yuxulu pıçıldaşan sellərin içinə girər, beli və tərli sinəsi soyuyub üşüyənə qədər orada oturardı. Kənd dalındakı təpədən bir şəhər görünürdü. Kvadrat şəkilli məhəllələr, kərpic binalar, çoxlu bağlar, katolik kilsəsinin milləri aydınca seçilirdi. Yüzbaşı atını təpənin çökək belinə sürdü. Durbinlə baxmağa başladı. Sol əlinin barmaqlarını tərpədə-tərpədə qışqırdı. "Odur bax, onlardır." Vaxmister, onun ardınca da kazaklar bir-bir günün hərarətindən qarşılanmış təpəyə qalxır, göstərilən tərəfə diqqətlə baxırdılar. Buradan cumbulu görünən adamlar küçələrdə vurnuxur, yüklənmiş arabalar döngələrdə burulur, arabir süvarilər gözə çarpırdı. Qriqori əlini gözünün üstünə qoydu, gözlərini qıyaraq baxdı. Adamların əynindəki paltarın boz, özgə rəngdə olduğunu da seçdi. Şəhər kənarında təzəcə qazılmış səngərlər görünür, onların yanında adamlar qaynaşırdılar. Proxor Zıkov təəccüblə dedi. "Gör nə çoxdular." O birlər susurdular. Hamı eyni duyğunun təsiri altında idi. Qriqori ürəyinin tez-tez döyünməsinə qulaq asır, elə bil sinəsinin sağ tərəfində balaca, amma ağır gövdəli bir adam yerində yürümə hərəkət edirdi və anlayırdı ki, bu yad adamları görəndə onda əmələ gələn hiss heç də manevr zamanı düşmənlə qarşılaşdığı vaxt duyduğu hissə bənzəmir. Yüzbaşı səhra dəftərçəsinə karandaşla nə isə qeydlər etdi. Vaxmister təpənin başından kazakları qovdu. Hamısını atdan endirdi. Özü zabitin yanına qalxdı. Zabit barmağı ilə Qriqorini çağırdı. "Melexov." "Bəli." Qriqori uyuşmuş ayaqlarını bir-birindən aralı ata-ata təpəyə çıxdı. Zabit 4 qat bükülmüş bir kağızı ona verdi.
Sənin atın hamınınkindən yaxşıdır. Atını çaparaq sür, bunu polk komandirinə çatdır. Qriqori kağızı alıb döş cibinə qoydu. Atına yaxınlaşdı, furaşkasının qayışını çənəsinin altına keçirtdi. Yüzbaşı gözlərini ondan çəkmirdi. Qriqori atılanıncaya qədər gözlədi, sonra qol saatının üstündəki metal torcuğa ötəri nəzər saldı. Qriqori məktubu aparanda polk da Karalyovka kəndinə çatmaqda idi. Polkovnik Kaledin yavərinə sərəncam verdi. Yavər toz qaldıraraq atını çaparaq 1-ci bölüyə tərəf sürdü. 4-cü bölük Karalyovkada sel kimi axışıb sürətlə təlim vaxtı olduğu kimi kəndin ətrafında mövqe tutdu. Yüzbaşı Semyonov da 3-cü vuzvodun kazakları ilə təpə tərəfdən çaparaq gəldi. Hücuma atılmazdan əvvəl Qriqorinin döş qəfəsinin ortasında bədəninin hər tərəfində böyük səylə qan dağıdan ürəyi indi elə bil ət deyil odun parçası idi. O, indi qulaqlarındakı cingiltidən, sol ayağının barmaqlarındakı ağrıdan başqa heç bir şey hiss etmirdi. Vahimədən kütləşmiş şuuru beynində ağır və donuq bir yumağa çevrilirdi. Birinci olaraq Xorunji Lyaxovski atdan aşdı. Proxorun atı onu ayaqlayıb keçdi. Qriqori dönüb dala baxanda gördüyü mənzərənin bir parçası yaxşı yadında qaldı. Proxorun atı torpağa sərilmiş Xorunjinin üstündən tullanıb keçdi. Amma dərhal boynunu əyib dişlərini ağartdı və yerə sərildi. Qüvvətli təkanla yəhərdən qopardılmış Proxor da kəlləməyallıq açdı. Proxorun atının çərələn dişləri, çəhrayı damağı, üzü qoyulu çul kimi döşənmiş Proxorun daldan gələn atın altında qalıb əzişdirilməsi səhnəsi. Şüşə üstündə qalmış almaz izi kimi Qriqorinin hafizəsində əbədi nəqş olundu. Uzun zaman yadından çıxmadı. Qriqori Proxorun qışqırığını eşitmədi. Amma onun yerə yapışmış sifətindən, ağzının əyilməsindən, dana gözlərinin hədəqədən çıxmasından onun vəhşicəsinə bir səslə qışqırdığını başa düşdü. Başqa yıxılanlar da oldu. Kazaklar və atlar yıxılırdılar. Küləyin zərbindən gözləri yaşarmış Qriqori qabağa, səngərləri tərk edib boz yumaq kimi qaçan Avstriyalılara baxırdı. Kənddən hücuma atılarkən rəvan lava axınını andıran bölük indi səpələnir, seyrəlir və parçalanırdı. Atını qabaqda sürənlər, o cümlədən Qriqori, artıq səngərlərə çatmaqda idilər. Yerdə qalanlar isə hələ xeyli dalda idilər. Kepkasını gözünün üstünə basmış uca boy, qaşları ağaran bir Avstriyalı qaşqabaqlı dizini yerə vurub, üzbəüz Qriqoriyə atəş açdı. Qurğuşunun istisi Qriqorinin yanağını yandırdı. O, var qüvvəsi ilə cilovu dartıb, nizə ilə düşmən üzərinə cumdu. Zərbə elə güclü idi ki, nizə nəinki sıçrayıb ayağa qalxmış Avstriyalının qarnını deşib o tərəfindən çıxdı. Həm də ağacı yarıya kimi onun bədəninə girdi. Qriqori zərbə indirərkən nizəni dartıb çıxarmağa macal tapmadı. Avstriyalı yerə çökməyə başlayıb, nizəni bədəninin ağırlığı ilə əyəndə geriyə qatlanıb, onun tüklü çənəsinin ancaq bir parçası görünürdü. Qıc olmuş barmaqları ilə ağacdan yapışaraq onu cırmaqlayanda bədəni ürpəşdi və titrədi. Bunu hiss edən Qriqori nizəni buraxdı. Keymiş əlini qılıncının dəstəsinə atdı. Avstriyalılar şəhərin kənar küçələrinə qaçırdılar. Boz mundirli Avstriyalı dəstələri arasında kazak atları şahə qalxırdı. Qriqori nizəni əlindən buraxandan sonra ilk dəqiqədə özü də səbəbini bilmədən atın başını geriyə çevirdi. O, dişlərini qıcırtmış vaxtmisterin yanından çaparaq keçdiyini gördü. Qriqori qılıncını yastısına ata çırpdı. At boynunu uzadıb, onu küçə ilə çaparaq apardı. Tüfəngsiz bir Avstriyalı kepkasını ovcunda bərk-bərk sıxaraq, ağlını itirmiş halda bağın dəmirli şəbəkəli hasarının qırağı ilə səndirləyə-səndirləyə qaçırdı. Qriqori arxadan onun sallaq peysərini, boynunun yaş yaxalığını görürdü. Qriqori özünü ona yetirdi. Ətrafda hökm sürən quduzluqdan geyzlənmiş Qriqori qılıncını yuxarı qaldırdı. Avstriyalı dəmir şəbəkəli hasarın qırağı ilə qaçdığından səmtsizlik əmələ gətirir, onu qılıncla vurmağa Qriqoriyə imkan vermirdi. Buna görə də Qriqori qılıncını çəpəki tutub yəhərdə yana əyildi. Onu Avstriyalının gicgahına ilişdirdi. Avstriyalı cınqırını belə çıxarmadan hər iki əlini yarasının üstünə bastı və dərhal dalını hasara çevirdi. Atın başını saxlaya bilməyən Qriqori ötüb keçdi. Atı döndərib löhrəm yerişlə ona tərəf sürdü. Avstriyalının vahimədən azacıq uzonsovlaşmış dördbucaq siması çuqun kimi qaraldı. O, qollarını yanına salıb kül kimi qaralmış dodaqlarını tez-tez tərpədirdi. Gicgahına çəpinə dəymiş qılınc dərisini qopartmışdı. Qırmızı parçanı xatırladan dəri yanağının üstündən aşağı sallanmışdı. Qanı çəpəki axıb mundirinin üstünə tökülürdü. Qriqori ilə Avstriyalının nəzəri rastlaşdı. Avstriyalının ölüm dəhşəti ifadə edən gözləri Qriqoriyə baxırdı. Avstriyalının dizləri yavaş-yavaş qatlanır, boğazında nə isə xırıldayırdı. Qriqori gözlərini qıyıb qılıncını endirdi.
Güclü zərbə Avstriyalının kəlləsini iki parça elədi. Avstriyalı sürüşmüş kimi əllərini yuxarı qaldırıb yıxıldı. Kəlləsinin parçaları boğuq səslə küçənin daşlarına dəydi. At fınxırıb irəli atıldı. Qriqorini küçənin ortasına çıxartdı. Küçələrdə getdikcə seyrələn güllə səsləri eşidilirdi. Qan tər içində olan bir at Kazak meyitini sürüyə-sürüyə Qriqorinin yanından keçdi. Kazakın ayağı üzəngiyə ilişmişdi. Daşlara dəyib paltarı parça-parça olmuş Kazakın meyitini at sürükləyib aparırdı. Qriqori onun şalvarının qırmızı zolağını, bir də boynunda yumrulanmış və tikə-tikə olmuş yaşıl gimnastiyorkasını görürdü. Elə bil Qriqorinin əmgəyindən bərk-bərk basdılar. O atdan düşüb başını buladı. Arxadan özlərini yetirmiş 3-cü bölüyün kazakları atlarını çapıb onun yanından keçirdilər. Bir nəfər yaralını şineli üstünə qoyub apardılar. Əsir alınmış bir dəstə Avstriyalını at qabağına qataraq qovurdular. Onlar bir-birinə qısılmış qoyun kimi yürüşürdülər. Çəkmələrinin nallı dabanları vəhşicəsinə kədərlə səslənirdi. Onların sifətləri Qriqorinin nəzərində həlməşik gil rəngli bir ləkəyə çevrilmişdi. O, cilovu buraxıb nə üçün getdiyini özü də bilmədən qılıncla parçaladığı Avstriyalı əskərin yanına qayıtdı. Meyit yenə bayaqki yerində, dəmir şəbəkəli hasarın qəşəng naxışlı haşiyəsi yanında idi. O, kirli, mixəyi rəngli ovcunu sədəqə istəyən adam kimi irəli uzatmışdı. Qriqori onun üzünə baxdı. Avstriyalının sifəti ona balaca, lap uşaq sifəti kimi kiçik göründü. Halbuki kişinin bığları sallanmış, çəkdiyi əzabdanmı, əvvəlki fərəhsiz həyatın möhnətindənmi, sərt ağzı azca əyilmişdi. Tanımadığı bir kazak zabiti atını sürüb oradan keçəndə küçənin ortasından Qriqoriyə qışqırdı. Ey, bəri bax! Qriqori zabitin toz basmış ağ kokardına baxdı. Ayaqları bir-birinə dolaşa-dolaşa atının yanına gəldi. Qriqori sərrast addım ata bilmirdi. Elə bil ki, dalına ağır yük çatmışdılar. Rəzalət və şübhə ürəyini sıxırdı. O, atın üzəngisindən yapışdı və ağırlaşmış ayağını xeyli vaxt yerdən qaldıra bilmədi. 6. Tatarsk xutoru ilə ətraf xutorların əskərliyə ikinci növbədə çağırılmış kazakları evdən çıxandan 2 gün sonra Yeva xutorunda gecələdilər. Xutorun aşağı tərəfində yaşayan kazaklar yuxarı tərəfin kazaklarından gen gəzirdilər. Buna görə də Petro Melexov, Anikuşka, Xristonya, Stepan Astaxov, İvan Tomilin və başqaları bir mənzilə düşdülər. Ev sahibi Türkiyə müharibəsində iştirak etmiş uca boylu, zəif qoca onlarla söhbətə başladı. Kazaklar artıq mətbəx və dəhlizdə palaz salıb uzanaraq yuxu qabağı papiros çəkirdilər. Əskər balalar, deməli davaya gedirsiniz. Davaya gedirik, babacan. Deyəsən bu dava Türkiyə davasına oxşamayacaq. İndi bir görün nə cür silahlar çıxıb. Fərqi yoxdur, eyni bəladır. Türkiyə müharibəsində də cəmaət qırılırdı, bu davada da qırılacaqdır. Deyə Tomilin kimə isə qəzəblənərək donquldandı. Sən, əzizim, mətləbdən kənar çərənləyirsən, başqa cür dava olacaq. Xristonya eşməsinin qalığını dırnağının ucuna basıb söndürdü. Qocanın sözlərini tənbəlcəsinə, əsniyə-əsniyə təsdiq etdi. Əlbəttə, orası elədir. Vuruşarıq, görərik, deyə Petro Melexov da əsnədi və ağzına xaç vurub şinelin üstünə çəkdi. Oğlanlarım, sizdən belə bir şey xahiş edirəm. Çox xahiş edirəm, özü də siz mənim bu sözlərimi yadınıza salacaqsınız, deyə qoca sözə başladı. Petro şinelinin ətəyini biraz qaldırdı, qulaq verdi. Bir şeyi unutmayın. Salamat qalmaq istəyirsinizsə, ölüm qorxusu olan vuruşmadan sağ-salamat çıxmaq istəyirsinizsə, bəşər ədalətini gözləməlisiniz. O necə ədalətdir, deyə kənarda uzanmış Stepan Astaxov soruşdu. O, etimadsızlıqla gülümsündü. Müharibə xəbərini eşitdiyi vaxtdan bəri o gülümsünməyə başlamışdı. Müharibə onun ürəyindən idi. Adamları bürünmüş ümumi çaxnaşma, başqalarının canındakı ağrı onun şəxsi ağrılarını unutduran kimi idi. Bax, bu ədaləti. Birincisi, müharibədə başqasının şeyini götürmə. Allah eləməsin, qadına toxunsanız, bundan başqa bir dua var. Onu bilməlisiniz. Kazaklar yerlərində qurdalandılar. Hamısı birdən danışmağa başladı. Biz istərdik ki, öz şeylərimiz itməsin. Sən də başlamısan ki, özgənin şeylərinə toxunma. Bəs arvadlara necə toxunmamalı? Zorla deyirsənsə bunu anlayıram, olmaz. Bəs arvadın öz razılığı ilə necə? Heç arvadsız keçinmək olarmı? Lap doğru dedin. Bəs o dediyin dua nə cür şeydir? Qoca gözlərini acıqlı-acıqlı ağartdı. Hamıya birdən cavab verdi. Qadınlara heç cür toxunmaq olmaz. Heç bir vəclə. Dözməzsən, başını verərsən, ya da yaralanarsan, sonra peşmançılığını çəkərsən, ancaq gec olar. Duanı sizə deyirəm.
Mən Türkiyə müharibəsinin əvvəlindən axırına kimi davada olmuşam. Həmişə ölüm başımın üstünü alıb. Amma bu duanın sayəsində sağ-salamat qalmışam. Qoca yan otağa keçdi. İkonaların altında eşələndi və köhnəlikdən rəngi saralmış, qatı kəsilmiş bir kağız parçası gətirdi. Budur. Qalxın üzünü köçürdün. Sabah yəqin xoruz banlamamış yola düşəcəksiniz. Baba stolun üstünə qoyduğu xışıldayan kağızı ovcu ilə sığallayıb hamarladı. Kənara çəkildi. Hamıdan əvvəl Anikuşka yerindən qalxdı. Pəncərə deşiyindən içəri dolan küləyin tərpətdiyi çırağın alovu titrəyir, Anikuşkanın arvad üzü kimi tüksüz sifətində əyri kölgələr dolaşırdı. Stepan Astahovdan başqa kazakların hamısı qalxdı, duanın üzünü köçürtdü. Duanı hamıdan əvvəl yazmış Anikuşka dəftərdən qopartdığı kağız parçasını büküb bir qaytanla boynundakı xaçın üstünə bağladı. Ayağını oynadan Stepan onu lağa qoydu. Bit yuvası düzəldirsən. Onlar qaytanın üstündə törüyüb arta bilməzdilər, amma indi rahat artarlar. Çünki onlara kağızdan ev sazlamısan. Qiyamət yuvadır. Qoca hirslənib Stepanın sözünü kəsdi. Bura bax, qoçaq oğlan. Duaya inanmırsansa, səsini kəs otur. Sən adamlara mane olma və dinə istehza etmə. Bu həm vicdansızlıqdır, həm də günahdır. Stepan gülümsəyib heç nə demədi. Anikuşka aranı sakitləşdirmək niyyəti ilə qocadan soruşdu. Duada oxdan kamandan danışırlar. Bunların adı nə üçün çəkilir? Basqın duasıdır. Bu bizim zamanədən çox-çox əvvəl yazılmışdır. Dua mənim rəhmətli babama onun babasından qalmışdır. Hələ ola bilsin ki, biraz da ondan qabaq yazılmışdır. Axı qədim zamanlarda davaya oxla kamandan gedirdilər. Kim hansı duanı istəyirdisə, onun üzünü köçürdürdü. Silahdan qoruyan dua. İlahi, sən özün kömək elə. At kimi ağ bir dağın başında bir daş var. Su daşı dəlib keçə bilmədiyi kimi, ox və güllə də mən Allah bəndəsinin bədənindən, yoldaşlarımın, atımın canından keçə bilməsin. Zindana dəyib qayıdan gürz kimi qoy bu dua gülləni məndən qaytarsın. Dəyirman daşı necə fırlanırsa, qoy ox da mənim dövrəmdə fırlansın, mənə yaxın gəlməsin. Günəş də, ay da işıqlıdır. Mən Allah bəndəsi də həmin işıqla möhkəmlənmişəm. Dağın dalında bir qalaça var. Qalaçanın qapısı qıfıllanmışdır. Mən onun açarını dənizin dibindəki Altor adlı ağ yanar daşın altına tullayıram. Bu daşın yeri isə nə rəmmala, nə cadügara məlumdur. Onun yerini nə sehirbaz, nə də tilsimçi bilir. Okeanların suyu axıb azalmadığı, sarı qum zərrələrini saymaq mümkün olmadığı kimi, mən Allah bəndəsinə də heç nə bata bilməsin. Ata, oğul və müqəddəs ruh naminə. Amin. Xristiyan dinində Allahın 3 adı var. Ata, oğul və müqəddəs ruh. Döyüşdə qoruyan dua. Bir dəryayı ümman var. Həmin dəryayı ümmanda Altor adlı bir ağ daş var. Həmin Altor daşının üstündə çox uzun bir daş kişi var. Mən Allah bəndəsinə, yoldaşlarıma gün batandan gün doğana qədər yerdən göyədək daş libas geyindir. Onu iti qılınc və xəncər kəsməsin. Polad ox və nizədən, qızmış və soyuq mizraqdan, bıçaqdan, baltadan və top atəşindən qorusun. Qurğuşun güllələrdən və sərras silahlardan mühafizə eləsin. Qartal, qu, qaz, durna, çəkçəkin və qarğa lələkli oxların cəmisindən saxlasın. Türk vuruşmalarından, Krım və Avstriya, Tatar və Litvalı, Alman, Şilin və Kalmık kimi yağıların basqınlarından hifz eləsin. Ey müqəddəs övliyalar və ilahi qüvvələr, mən Allah bəndəsini hifz edin. Amin. Basqına gedərkən qoruyan dua. Ey pak və müqəddəs Həzrəti Məryəm, ey Peyğəmbərimiz İsa-i Məsih, Xudaya, basqına gedən mən bəndəni, mənimlə birlikdə gedən yoldaşlarımı yerin göyün bəlasından hifz eylə, hamımızı buludlarla çulğala, bizi səmavi müqəddəs daş hasar içinə al. Müqəddəs övliyamız Dimitri Solunski, mən Allah bəndəsini, mənim yoldaşlarımı dünyanın 4 tərəfində amanda saxla. Müxənnətlər bizə güllə ata bilməsinlər. Ox atmaq istəsələr, o bədənimizə batmasın. Bizi təbərzin kəsməsin, doğramasın, nə küp əzişdirsin, nə balta parçalasın, nə qılınc şaqqalasın, doğrasın və kəssin. Nə bıçaq, nə qoca, nə cavan, nə qara buğdayı adam, nə də qara adam, nə kifir, nə cadügər, nə başqa sehirbaz canımıza xətər yetirə bilməsin. Bundan sonra hər şey mənim, kimsəsiz bir yetim və təqsirkar kimi gözlərim önündədir. O dəryayı ümmanda, cəzirəyi buyanda dəmirdən bir sütun var. Bu kişi əsasının ucunu dəmirə, polada,
Göy qalay, qurğuşun və hər çeşid oxa yaya toxunduran kimi əsa onu dəlir. Get deyir, ey dəmir, çıxdığın ana qarnına qayıt. Bu Allah bəndəsinin, onun yoldaşlarının və atlarının yanından öt. Silahlara sap olmuş ağaclar da meşəyə yönəlsinlər. Oxların yanındakı lələklər quşların vücuduna qayıtsın. Yapışqan da balığın qarnına axsın. Mən Allah bəndəsinin bədənini qızıl libas içərisinə al. Vuruşmadan və güllədən, top atəşindən və mərmidən, nizədən və bıçaqdan hifz eylə. Bədənim zirehdən də möhkəm olsun. Amin. Kazaklar üzünü köçürtdükləri duaları can köynəklərinin altında gizlədərək getdilər. Kimi duanı qaytanla bağladı. Kimi anası xeyir-dua zamanı verib içinə bir çimdik vətən torpağı doldurulmuş balaca düyünçəyə tikdi. Ancaq ölüm özləri ilə dua gəzdirənləri də haqlayırdı. Qalisiya və Şərqi Prusiya çöllərində, Karpat dağlarında və Rumuniyada müharibə alovlarının şöylələndiyi və Kazak atlarının dırnağı dəydiyi hər yerdə onların meyitləri sərilir, torpağın altında çürüyürdü. 7. Donetsk mahalının yuxarı stanitsalarının Yelanskaya, Veşenskaya, Migulinskaya və Kazanskaya stanitsalarının kazaklarını adətən 11-ci və 12-ci orduların polklarına, bir də Leyb-Gvardiyanın Ataman polkuna aparırdılar. 1914-cü ildə Veşenskaya stanitsası kazaklarından hərbi xidmətə çağırılanların bir qismini nədənsə bütünlüklə Ust-Medveditsa mahalı kazaklarından ibarət olan Yermak Timofoyeviç adına 3-cü Don Kazak polkuna qatdılar. Başqaları ilə birlikdə Mitka Korşunov da 3-cü polka düşdü. Polk 3-cü süvari diviziyasının bəzi hissələri ilə birlikdə Vilno şəhərində dayanmışdı. İyunda bölüklər atları çəmən otları ilə saxlamaq üçün şəhərdən kənara çıxdı. Bürkülü, tutqun bir yay günü idi. Göydə qalaqlanmış buludlar günəşin qabağını kəsmişdi. Polk yürüşlə gedirdi. Orkestr güruldayırdı. Başlarına yüngül yay furaşkası qoymuş, əyinlərinə nazik kitel geymiş cənab zabitlər at belində dəstə ilə gedirdilər. Başlarının üstündə göm-göy papiros tüstüsü süzürdü. Kəndarası yolun hər iki tərəfində mujiklər və bəzənmiş qadınlar ot çalır, əllərini gözlərinin üstünə qoyaraq atlı kazak dəstələrini tamaşa edirdilər. Atlar xeyli tərləmişdi. Onların paçalarının arasında tərdən sarımtıl köpük əmələ gəlmişdi. Cənub-şərqdən əsən mülayim külək nəinki bu təri soyutmur, hətta buxarlı bürkünü daha da artırırdı. Yol yarı olanda bir balaca kənd yaxınlığında yalı quyruğu qırxılmış və anasını itirmiş bir yaşar dayça 5-ci bölüyə qoşuldu. O çaparaq kənd hasarı dalından çıxdı, çoxlu atı görən kimi kişnədi, oynaqlaya-oynaqlaya düz atlara tərəf cumdu. Onun hələ körpə çağının yumşaq tükü tökülməmiş, quyruğu yana əyilmişdi. Yeyilmiş dırnaqlarının altından bozumtul toz qalxır və ayaqlanmış göy otların üstünə çökürdü. Dayça çaparaq qabaqdakı vızvoda gəldi. Başını səfeycəsinə vaxtmistirin atının paçası arasına uzatdı. At şıllaq atmaq istədi, amma şıllaqlamadı. Görünür dayçaya rəhmi gəldi. Vaxtmistir qamçını yellədib ona təpindi. Rədd ol, çər dəymiş. Dayçanın mehriban, ev eşiyi xatırladan görkəmindən sevinmiş kazaklar gülüşdülər. Bu zaman gözlənilməz bir hadisə baş verdi. Dayça utanmaz vızvodların səfi arasına soxuldu. Buna görə də vızvod iki yerə ayrıldı. Bayaqki yığcan və səliqəli şəklini itirdi. Kazaklar atlara təpinir, onları dəhmərləyir, amma atlar qətiyyətsizliklə yerlərində ayaq döyürdülər. Aralıqda qalmış dayça yanaki yeriyir və yaxınlığındakı atın yanbızından dişləməyə çalışırdı. Bölük komandiri çaparaq özünü yetirdi. Bu nədir belə? Yöndəmsiz bir yaşar dayçanın araya soxulduğu yerdə atlar bir-birini sıxışdırır, fınxırır, kazaklar gülümsəyə-gülümsəyə dayçanı qamçı ilə vururdular. Səhvləri pozulmuş vızvod elə bil qaynayırdı. O biri vızvodlar isə daldan sıxırdılar. Qəzəblənmiş vızvod komandiri bölüyün dal sırasından yolun kənarı ilə atını çaparaq qabağa sürürdü. Bölük komandiri atını düz basabasın ortasına sürə-sürə çığırdı. Nə olmuşdur? Budur bu dayça. Gəlib aramıza soxulmuşdur. Çər dəymişi qova bilmirik. Sən ona möhkəm qamçı ilişdir. Niyə yazığın gəlir? Kazaklar təqsirkar adam kimi gülümsünür, qızışıb irəli atılmaq istəyən atların başını bərk çəkirdilər. Vaxtmistir. Cənab yüzbaşı, bu nə oyunbazlıqdır? Vızvodunuzu qaydaya salın. Bircə bu həngaməmiz əskiyi idi. Bölük komandiri atını çaparaq kənara sürdü. Onun atı büdrədi, dal ayaqları yol qırağındakı arxa düşdü.
Komandir atı mahmızdadır. O sıçrayıb arxın o tayına, sirkən və sarı çiçəkli çoban yastığı basmış bəndin üzünə qalxdı. Uzaqda bir dəstə zabit dayanmışdı. Ordu starşinası başını dala əyib mehtərədən su içirdi. O biri əlini mehriban ata kimi bəzəkli, dəmir çəkilmiş yəhər qaşı üstə qoymuşdu. Vaxmister biabırçı söyüş söyə-söyə Vızvodu araladı. Dayçanı qovub yoldan çıxartdı. Vızvod sıralarını düzəltdi. 150 cüt göz üzəngiyə qalxmış Vaxmisterin dayçanı qabağına qatıb qovmağına tamaşa edirdi. Dayça gah dayanır, gah da ürkür, quyruğunu belinə qaldıraraq əkilirdi. Vaxmister çox çalışır, dayçanın belinə bir qamçı ilişdirmək istəyirdi. Ancaq vura bilmir, qamçı hər dəfə dayçanın quyruğunun ucuna dəyirdi. Qamçı dəyən kimi onun quyruğu aşağı sallanır, bir saniyədən sonra dayça yenə yel kimi uçurdu. Bütün bölük gülürdü. Zabitlər də gülürdülər. Hətta qaraqabaq Yasavulun üzündə də təbəssümə oxşar bir şey göründü. Qabaqda gedən Vuzvodun 3-cü cərgəsində 3 adam, Mitka Korşunov, Veşenskaya stanitsasının Karginsk xutorundan olan Mikhail Ivankov və Ustxoperli Kozma Kuryuçkov atlarını yanaşı sürürdülər. Yekə sifətli, enli kürək Ivankov dinmirdi. Ləqəbi dəvə olan Kuryuçkov azca çopur, beli bükük bir kazak idi. O Mitkaya öcəşirdi. Kuryuçkov köhnə kazaklardan idi. Yəni həqiqi hərbi xidmətin sonuncu ilini qulluq edənlərdən idi. Polkun özündən uydurduğu qanuna görə başqa köhnə kazaklar kimi onun da cavan kazakları cəzalandırmağa, onları məşqə alışdırmağa, hər boş şeyin üstündə qayışla döyməyə ixtiyarı var idi. Qayda belə idi. Təqsirkar kazak 1913-cü ildə xidmətə çağırılmışsa, ona qayış toqqası ilə 13 zərbə, 1914-cü ildə çağırılmışdısa, 14 zərbə vurulmalı idi. Vaxmisterlərlə zabitlər də bu qaydaya tərəfdar idilər. Onlar belə hesab edirdilər ki, bu qayda kazaklarda nəinki rütbəyə, həm də yaşca böyük olanlara qarşı hörmət hissi yaradır. Bu yaxınlarda prikazna rütbəsi verilmiş Kuryuçkov yəhərin üstündə donqar adam kimi oturmuş, əydəmli çiyinlərini quş qanadı kimi qaldırmışdı. Prikazna burada Çar ordusunun kazak qoşunlarında aşağı rütbənin adıdır. Uryadnik köməkçisi. O gözlərini qıyıb boz bulud qalağına baxır, səsini bölük komandiri Yasavul Popovun səsinə oxşadaraq sözləri əda ilə sındıra-sındıra Mitkadan soruşdu. Kurşunov, mənə də görüm bizim bölük komandirinin adı nedir? Tərs xasiyyəti və höcətliyi üstündə dəfələrlə toqqa ilə döyülmüş Mitka üzünə süni hörmət ifadəsi verib dedi. Yasavul Popovdur, cənab köhnə kazak. Necə? Yasavul Popovdur, cənab köhnə kazak. Mən bunu soruşmuram. Sən mənə də görüm biz kazaklar arasında adı nedir? Ivankov ehtiyatla Mitkaya göz vurdu. Haçatodaq ağzını büzüşdürüb gülümsündü. Mitka dönüb dala baxdı. Yasavulun arxadan onlara yaxınlaşdığını gördü. Hə, cavab ver görək. Onun adı Yasavul Popovdur, cənab köhnə kazak. 14 zərbə təyin edirəm. De alçaq. Bilmirəm, cənab köhnə kazak. Dayan bir, qoy düşəcəyimiz çəmənə çataq. Deyə Kuryuçkov öz adi səsi ilə danışdı. Orada aşının suyunu verərəm. Söz soruşanda cavab ver. Bilmirəm. A köpək oğlu, onu necə cırnadırlar? Mitka Korşunov arxadan ehtiyatla oğrun-oğrun gələn Yasavul atının ayaq səslərini eşidir və buna görə də susurdu. Hə? Deyə Kuryuçkov qəzəblə gözlərini qıydı. Arxa cərgələrdə yavaşca pıqqıldaşırdılar. Kuryuçkov adamların nəyə güldüyünü başa düşmədi. Onu ələ saldıqlarını güman edib özündən çıxdı. Pörtüb dedi. Korşunov, bax ha, deməsən mənzilə çatan kimi kürəyinə düz 50 toqqa döşəyəcəm. Mitka çiyinlərini çəkdi, cəsarətləndi. Qara quyruq leylək, bayaqdan beləcə desənə. Kuryuçkov, deyə onu arxadan səslədilər. Cənab köhnə kazak yəhərində dik atıldı və rəsmi təzimdə dayandı. Yasavul Popov atını Kuryuçkovun atı bərabərinə çatdırıb dedi. Bu nedir belə alçaq? Sən burada nə hoqqa çıxardırsan? Sən cavan kazaka nə öyrədirsən, hə? Kuryuçkov qıyılmış gözləri ilə tez-tez kirpi çalırdı. Yanaqları qıpqırmızı qızarmışdı. Arxada adamlar qəhqəhə çəkib gülürdülər. Keçən il sənin aşının suyunu vermədim. Bu dırnağım sənin sifətini yumruqlayanda sınmadı mı? Yasavul çöçələ barmağının uzun, iti dırnağını Kuryuçkovun burnuna yaxınlaşdırdı. Bığlarını tərpətdi. Mən bir daha bu sözü eşitməyim. Nə dediyimi anladın mı, qardaşım? Elədir ki var, zat aliləri. Anladım. Yasavul bir qədər durduqdan sonra atını qırağa sürüb onun başını çəkdi. Bölüyü qabağa buraxdı.
4-cü və 5-ci bölüklər atları löhrəm yerişlə sürdülər. Bölük, löhrəm yerişlə sür. Kryuçkov paqonu altındakı qayışı düzəldəndə geriyə çevrildi. Dalda qalmış Yasavula baxdı. Nizəsini düz tutub dəli kimi başını silkələdi. Ay, bu qara quyruq leyləyi nə deyim? Zalım oğlu hardan gəlib çıxdı? Gülməkdən qəşş eləmiş və bərk tərləmiş İvankov nağıl edirdi. Popov bayaq dalımızcan gəlirdi. Hər şeyi eşidirdi. Elə bil nədən danışıldığını hiss edirdi. Ay axmaq, heç olmasa mənə göz vuraydın. Nəyimə gərəkdi? Nəyinə gərəkdi? Aha, onda çılpaq bədəninə 14 tokka gəldi. Bölüklər ətrafdakı mülkədar malikanələrinə dağılışdılar. Kazaklar gündüz mülkədarlar üçün yonca biçir, biçənəyin otunu çalır, gecələr ayaqlarından cidarlanmış atlarını verilən sahədə otarırdılar. Tüstülənən ocaq qırağında əyləşib qumar oynayır, nağıl danışır, zarafatlaşırdılar. 6-cı bölük çox varlı polyak mülkədarı Şneyderə muzdurluq edirdi. Zabitlər malikanədəki kiçik binada yaşayır, qumar oynayır, sərxoşluq edir, hamısı birdən malikanə müdürünün qızına pərəstiş edirdi. Kazaklar malikanədən 3 verst kənarda düşərgə salmışdılar. Səhərlər müdir 2 atlı uzun arabaya minərək onlara baş çəkməyə gəlirdi. Kök, hörmətli ağa balası keymiş yoğun ayaqlarını arabadan ağır-ağır qaldırıb qalxır, günlüyü lak ağ furaşkasını yellədərək kazakları salamlayırdı. Pan, gəl bizimlə ot çal. Gəl işdə, qarnının piyi biraz ərisin. Vaxt dikən kərəntini əlinə götür, yoxsa bir gün iflic olacaqsan, deyə ağ köynək geymiş kazaklar ona qışqırırdılar. Pan qırağı haşiyəli dəsmalı ilə daz başındakı açıq çəhrayı qızartını silir, çox etinasızlıqla gülümsünür, sonra da vaxtmisterlə gedir, ona biçilməli yeni sahələri göstərirdi. Günorta olanda səyyar mətbəxə gəlirdi. Kazaklar əl üzlərini yuyur, xörək yeməyə gedirdilər. Xörəyi səssiz-səmirsiz yeyirdilər, amma nahardan sonraki yarım saatlıq fasilədə doyunca danışırdılar. Buranın otu pisdir, bizim çöl otuna heç tay ola bilməz. Burada ayrı otu demək olar heç yoxdur. Donda indi bizimkilər otu çalıb qutarıblar. Çox çəkməz biz də qutararıq. Dünən ay doğdu, yağış yağacaq. Bu polyak xəsis adamdır. Çəkdiyimiz zəhmətin əvəzində heç olmasa hərəmizə bir butulka araq versəydi pis olmazdı. Oho, bir butulka arağa o kilsədə. Məni bir başa salın görün, bu nə cür işdir? Adam nə qədər varlanırsa bir o qədər xəsis olur. Bunun səbəbini get hökümdardan soruş. Uşaqlar, mülkədarın qızın kim görüb? Necə bəyəm? Yaman kök qızdır. Əl qoynundur, lap özüdür ki var. Mən onu lap çiy-çiy yeyərəm. Bilmirəm yalandır yoxsa gerçəkdir. Deyirlər ki, bu qıza padşah nəslindən elçi gəlmişdi. Belə yağlı tikə heç kasıb küsba qismət olarmı? Uşaqlar, bir neçə gün bundan əvvəl belə bir yalan eşitmişəm ki, güya bizi Əlahəzrət imperator özü nəzərdən keçirəcəkdir. Erkək pişiyin işi qutaranda, hə, Taras, boşda, ağ eləmə. O papirosu mənə ver, bir qullab vurum. Ay dilənçi şeytan, dilənmək istəyirsənsə get kilsənin qabağında otur. Ora baxın ay camaat, Fedotka ağzını nə yaxşı marçıldadır, amma papirosu yoxdur. Təkcə külü qalıbdı. Dostum, gözlərinə məlli aç, yaxşıca bax. Hələ atəşi hallıca arvadınkindən çoxdur. Hamı qarnı üstə uzanmışdı. Papiros çəkirdilər. Çılpaq kürəkləri qıpqırmızı qızarana kimi gün altında uzanırdılar. Biraz kənarda köhnə kazaklardan 5 nəfəri cavan kazaklardan birini sorğu-suala tutmuşdu. Hansı stanitsadansan? Yelenskayadan. Deməli keçilərdənsən? Elədir ki var. Sizin yerlərdə duzu nə ilə daşıyırlar? Onların yaxınlığında Kozma Kryuçkov çulun üstündə uzanmışdı. O darıxır, seyrək tüklü bığlarını barmağına sarıyırdı. Atla. Daha nə ilə daşıyırlar? Öküzlə. Yaxşı, bəs çömçə balığını Krımdan nəyə yükləyib gətirirlər? Bu cür öküzlər var, belində quzları, özü də tikanlı bitkiləri otlayır. Onların adı nədir? Dəvə. Oho, ha. Kryuçkov tənbəlcəsinə yerindən qalxdı. Sarımtıl qaraşın və xirtdəkdən saz boynunu irəli uzadıb, dəvə kimi belinə əyə-əyə cərimə edilmiş kazaka tərəf yönəldi. Gedə-gedə bel tokkasını açdı. Uzan! Axşam olanda isə iyunun donuq yaşıl qaranlığında çöldə ocaq başında mahnı səsləri yüksəlirdi. Qara köhlən atın belində kazak, düşüb obasından, elindən uzaq, yurdunu əbədi tərk edib getdi. Kazaklardan biri gümüş kimi saf cingiltili tenor səslə oxumağa başlayır, yoğun səslər ona dəm tutur, ətrafa məxmər kimi yumşaq kədər yayılırdı. Dönməyəcək geri, o bədbəxt artıq. Tenor səs pillə-pillə ucalır, lap zilə qalxır.
Naxaq yerə onun nişanlı yarı, gecə də, gündüz də şimala baxır. Dikir gözlərini yollara sarı, sevgili gözləyir, yarı axtarır. Mahnıya bir çox başqa səslər də qoşulur, onu gücləndirir. Buna görə də mahnı indi gür səsli və polisiya pivəsi kimi məst edicidir. Dağların ardında çovğun qar olar, dondurar hər şeyi ayazla şaxta. Qovaq zağ-zağ əsər, şamlar uçunar, Kazakın sümüyü qalar qar altda. Bu səslər Kazak həyatının sadə hekayətidir. Mahnıya istiqamət verən tenor səs qarı ərimiş, nəfəsindən baharın ətri gələn torpağa qonmuş torağay kimi çırpınır. Kazak ölən zaman yalvarıb dedi: "Baş daşım yerində dik təpə qurun." Tenor səslə birlikdə yoğun səslər də kədər yayır. Qoy bu təpə altda yatan qəribin, üstündə gül bitsin, bülbül oxusun. Başqa bir ocağın qırağında adam da azdı. Həm də onlar başqa mahnı oxuyurlar. Fırtınalı Azov sahillərindən gəmilər yön alıb dona gedirlər. Qalib tək çıxaraq qanlı döyüşdən atamanlar evlərinə dönürlər. Bir qədər uzaqdakı 3-cü ocağın başında bölük naqqalı arabir tüstüdən öskürə-öskürə qəribə əhvalatlar danışırdı. Onu zəifləməyən bir maraqla dinləyir, hərdən bir hekayə qəhrəmanı Moskvalılar və ya cin şəyatin tərəfindən qurulmuş fitnə fəsaddan, maneələrdən məharətlə xilas olduqda əlini ocaq işığında tərpədir, şappıltı ilə çəkməsinin boğazına vurur, öskürəkli səslə və heyrətlə qışqırırdı. Ay səni nə deyim, lap qiyamət oldu. Bundan sonra yenə nağıl söyləyənin ara verməyən rəvan səsi eşidilirdi. Polk müvəqqəti düşərgəyə gələndən bir həftə sonra Yasavul Popov bölük nalbəndini və vaxmisteri yanına çağırtdırdı. Atlar nə haldadır? Deyə vaxmisterdən soruşdu. Bəd deyildirlər zat aliləri, hətta lap yaxşıdırlar. Bellərinin yağrı düzəlmişdir, kökəlirlər. Yasavul qara bığlarını eşdi, uclarını diç qaldırdı. Ona qara quyruq leylək ləqəbi elə məhz buna görə verilmişdi və vaxmisterə dedi. Polk komandirindən emir gəlmişdir. Üzəngilər və yüyən ağızlığı qalaylanmalıdır. Əlahəzrət hökümdar özü polku nəzərdən keçirəcəkdir. Hər şey gümüş kimi parıldamalıdır. Yəhərlər də, başqa şeylər də. Kazaklara baxan adamın gərək könlü gülsün, ürəyi açılsın. İndi mənə də görüm, bu dediklərim nə vaxt hazır olar, qardaşım? Vaxmister nalbəndin üzünə baxdı, nalbənd də vaxmisterin. Sonra hər ikisi Yasavulun üzünə baxdı. Vaxmister dedi. Zat-ı aliləri, bazar gününədək hazırlaya bilsək olarmı? Sözünü bitirən kimi barmağını hörmətlə tütündən saralmış bığına toxundurdu. Bax ha, deyə Yasavul ona qəzəblə xəbərdarlıq etdi. Vaxmisterlə nalbənd tapşırıq alıb getdilər. Həmin gündən hökümdarın baxışına hazırlıq işləri başlandı. Karginskaya stanitsası nalbəndinin oğlu Mikhail Ivankov özü bacarıqlı nalbəndi idi. Üzəngilərlə gəmlərin qalaylanmasına kömək edir, başqa kazaklar da atlarını normadan artıq qaşovluyur, yüyənləri təmizləyir, qantarğaları və qoşqu ləvazımatının metal hissələrini kərpic ovuntusu ilə sürtüb ağardırdılar. Bir həftədən sonra polk təzə gümüş abbası kimi par-par parıldayırdı. Kazakların sifətindən tutmuş atların dırnaqlarına qədər hər şey işıldayırdı. Şənbə günü polk komandiri polkovnik Qrekov polku nəzərdən keçirtdi və qızğın hazırlıq apardıqlarına, görkəm etibarı ilə qəşəng olduqlarına görə zabitlərə və kazaklara təşəkkür etdi. İyul günləri mavi bir kələfcə kimi çözələnib gedirdi. Doyunca yemləndirilən kazak atları kökəlib yaxşılaşırdı. Yalnız kazaklar vəlvələ içində qalmışdılar. Səksəkədən ürəkləri üzülürdü. Əlahəzrət imperatorun baxışa gələcəyinə dair xəbər ətər yox idi. Həftəni insanı zara gətirən söz-sov, təlaş və hazırlıq içində başa vurdular. Vilnoya doğru hərəkət etmək barədəki əmr gələndə elə bil onların başlarına bir qazan qaynar su tökdülər. Axşam olmamış Vilnoya çatdılar. Bölüklərə ikinci bir əmr gəldi. Kazakların şeyləri doldurulmuş sandıqlar təchizat arabalarına təhvil verilsin və hamı ehtimal edilən yürüşə hazırlaşsın. Kazaklar darıxır, vuzvod komandirlərindən soruşurdular. Zat aliləri, bunun səbəbi nə ola bilər? Zabitlər çiyinlərini çəkdilər. Düzünü bilmək üçün onlar özləri lap qızıl pul verməyə hazır idilər. Bilmirəm. İmperatorun hüzurunda manevr keçiriləcəkdirmi? Hələlik məlum deyildir. Kazakları sakitləşdirmək üçün zabitlərin verdikləri cavab bunlar idi. İyulun 19-da polk komandirinin çaparı axşamçağı 6-cı bölükdən bir dostuna, tövlədə keşikçi durmuş bir kazaka fürsət tapıb bu xəbəri pıçıldamışdı. Müharibə başlanır, əmi.
Yalan deyirsən. Allah haqqı yox, amma heç kəsə demə ha. Səhər polku atlı divizyonu qaydasında sıraya düzdülər. Qışlalarının tozlu pəncərə şüşələri donuq işıldayırdı. Polk atlanıb komandiri gözləyirdi. Yaraşıqlı ata minmiş Yasavul Popov 6-cı bölüyün qarşısında dayanmışdı. Ağ əlcəkli sol əli ilə atın cilovunu dartırdı. At boynunu yana əyir, qaşındığı üçün üzünü döşündəki əzələ bəndinə sürtürdü. Polkovnik at belində qışla binasının tinindən çıxdı. Atını sıra qarşısında saxladı. Yavəri çox səliqə ilə saxladığı çöçələ barmağını zərif bir hərəkətlə yana əyərək yaylığını cibindən çıxartdı. Amma burnunu silməyə macal tapmadı. Polkovnik gərgin sükutu pozaraq dedi. Kazaklar! Bu amiranə səs dərhal hamının diqqətini cəlb etdi. Hamı öz aləmində fikrə gedib deyirdi. Məlum olacaq. Səbirsizliklə qovuşmuş həyəcan son həddinə çatmışdı. Mitka Korşunov dilxor oldu. Ayağının gah birini, gah o birini qaldırıb qoyan atının böyrünü təpiklədi. Onunla bir cərgədə durmuş və atın üstündə rahat əyləşmiş İvankov daş kimi hərəkətsiz idi. O, əyri dişləri qarala-qarala, haçatodaq ağzı əsniyən adam kimi açıla-açıla natiqi dinləyirdi. Onun arxasında durmuş Kuryuçkov belini büküb gözlərini qıymışdı. Onun dalında dayanmış Lupin qulaqlarını at qulağı kimi şəkləyib dinləyir, ondan geridə isə Şeqolkovun deyir-deyir qırxılmış xirtdəyi görünürdü. Almaniya bizə müharibə elan etmişdir. Dümdüz cərgələr arasında bir xışıltı eşidildi. Elə bil çöldə yetişmiş arpa zəmisini külək dalğalandırıb keçdi. Qəflətən bir at kişnədi. Onun səsi qulaqları batırdı. Bərələ qalmış gözlər, açıla qalmış ağızların kvadrat qaraltıları birinci bölüyə doğru yönəldi. At orada sol cinahda kişnəmişdi. Polkovnik yenə də danışdı. O, sözləri lazımi qayda ilə deyir, kazaklarda milli qürur hissi alovlandırmağa çalışırdı. Lakin indi minlərcə kazakın gözləri qarşısında canlanan, ayaqları altına salınan düşmənin xışıldayan ipək bayraqları deyil, onların öz gündəlik həyatı, onları evə səsləyən ellər, obalar, arvadları, uşaqları, sevgililəri, biçilməmiş tarlaları, yetim qalmış xutorları, stanitsaları idi. 2 saatdan sonra eşelonlara yüklənməlisiniz. Hamının beyninə möhkəm həkk olunmuş yeganə şey indi bu idi. Sıralardan biraz kənarda dayanmış qadınlar, zabit arvadları ağlayır, yaylıqları ilə gözlərini silirdilər. Kazaklar dəstə-dəstə qışlalara doğru axışırdılar. Bölük komandiri Xoprov arvadını, sarışın polyak qızını demək olar qucağında aparırdı. Polk mahnı oxuya-oxuya vağzala yola düşdü. Adamların bağırtısı orkestrin səsini batırdı. Yarı yolda isə orkestr yerli dibli səsini kəsdi. Zabit arvadları arabalara doluşaraq gəlir, alabəzək paltarlı adamlar səkilərin üstü ilə yeriyir, atların dırnaqları altından havaya çınqıl sovrulurdu. Mahnı oxuyan kazak həm özünün, həm də yoldaşlarının taleyinə gülürmüş kimi sol çiynini darta-darta, göy paqonu çiynində qızdırmalı kimi titrəyə-titrəyə biabırçı sözlərlə dolu kazak mahnısını bağıra-bağıra oxuyurdu. Əntiqə qız, mən bir balıq tutmuşam. Bölük sözləri qəsdən bir-birinə qovuşdurur, səslərini atların təzəcə nallanmış dırnaqları altından çıxan güppultuya uyğunlaşdırır, vağzala, onların evi olacaq qırmızı vaqonlara yalnız yeganə nəsiblərini, mahnılarını aparırdılar. Balıq tutmuşam, balıq tutmuşam, balıq tutmuşam, əntiqə qız, balıq şorbası bişirmişəm, balıq şorbası, balıq şorbası bişirmişəm. Gülməkdən və xəcalətdən qızarmış, yanaqları pörtmüş polk yavəri bölüyün son sırasından atını düz mahnı oxuyanlara tərəf çapdı. Mahnı oxuyan zilə qalxaraq cilovu buraxır, səkilərdə dayanıb kazakları ötürən sıx qadın dəstələrinə tərəf həyasızcasına göz vurur, qaralmış, tunc rəngli yanaqlarından balaca qarabığlarına tərəf tər deyil, zəqqum kimi acı şirə axırdı. Əntiqə qız, yengəni doydurdum, yengəni, yengəni, yengəni doydurdum. Getdikcə sürətini artıran paravoz kazaklara xəbərdarlıq edərək nərildiyirdi. Eşelonlar, eşelonlar, eşelonlar. Saysız hesabsız eşelonlar. Çalxalanmış Rusiya ölkənin əsas yolları ilə dəmir yolları vasitəsilə qərb sərhədlərinə boz şinelli qurbanlıq göndərirdi. 8. Torjok qəsəbəsində polku bölüklərə ayırdılar. Diviziya qərargahından göndərilmiş əmrə əsasən 6-cı bölük 3-cü korpusun piyada ordusu sərəncamına göndərildi və yürüşlə gedib Pelikaliya qəsəbəsinə çatandan sonra qaravolçular qoydu.
Sərhədi hələ bizim sərhədçi hissələri qoruyurdu. Piyada hissələri ilə topçular da özlərini yetirməkdə idi. İyulun 24-də axşam çağı 103-cü Glebovsk polkunun bir batalyonu ilə topçu dəstəsi də həmin qəsəbəyə gəldi. Yaxınlıqdakı Aleksandrovsk xutorunda Vızvod Uryadnikinin başçılıq etdiyi 9 nəfər kazakdan ibarət qaravul dəstəsi yerləşirdi. Ayın 26-sında axşam Yasavul Popov vaxmistri bir də Kazak Astaxovu yanına çağırtdırdı. Astaxov qayıdıb öz Vızvoduna gələndə artıq qaranlıq qovuşmuşdu. Mitka Korşunov atını yenicə sulayıb gəlmişdi. "Gələn sənsənmi Astaxov?" deyə o Astaxovu arxadan səslədi. "Mənəm. Bəs Kuryuçkov və bizim uşaqlar hardadılar?" "Orada, daxmadadılar." İri gövdəli, cüssəli, qara bir kazak olan Astaxov kör adamlar kimi gözlərini qıyıb daxmaya girdi. Şeqolkov stolun dalında hisli çıraq işığında oturub noxtasının qırılmış yerini qatma ilə tikirdi. Əllərini dalına söykəmiş, sobanın yanında durmuş Kuryuçkov çarpayının üstündə hidrope xəstəliyindən yatan ev sahibi Polyakı göstərərək İvankov tərəfə göz vururdu. Hidrope bədən boşluqlarına su yığılması xəstəliyi. Onlar bir-birinin üzünə baxıb yenicə gülüşmüşdülər. İvankovun çəhrayı yanaqlarında hələ də gülüş izi qalırdı. "Uşaqlar, sabah səhər açılan kimi qaravula gedəcəyik." "Hara?" deyə Şeqalkov soruşdu. Başını çevirib o tərəfə baxdığı üçün eşdiyi ipə keçirmək istədiyi at tükü əlindən yerə düşdü. "Lyubov qəsəbəsinə." Mitka Korşunov içəri girib əlindəki vedrəni kandarda yerə qoya-qoya soruşdu. "Kim gedəcək?" "Şeqalkov, Kuryuçkov, Rıbaçov, Popov, bir də sən, İvankov gedəcəksiniz." "Bəs mən, Pavlıç?" "Sən, Mitri, evdə qalacaqsan." "Cəhənnəmə ki!" Kuryuçkov sobanın yanından aralandı. Sümükləri xırçıldaya-xırçıldaya gərnəşib ev sahibindən soruşdu. "Bəs Lyubov deyilən yer neçə versdi?" "4 mil." "Bu yaxındadır," deyə Astaxov taxtın qırağında oturdu. Çəkməsini çıxartdı. "Bəs bu dolaqları harda qurutmaq olar?" Dan yeri ağaranda yola düşdülər. Qəsəbədən kənarda ayaqyalın bir qız su quyusu yanında badya ilə su doldururdu. Kuryuçkov atının başını çəkdi. "Qəşəng qız, su ver içək." Qız bir əli ilə katan tumanından tutaraq, çəhrayı ayaqları ilə gölməçəni şappıldada-şappıldada onlara yaxınlaşdı. Sıx kirpikləri arasındakı ala gözləri ilə gülümsündü. Badyanı uzatdı. Kuryuçkov içdi. Su dolu badya ağırlıq saldığından əli titrədi. Badyanın qırağından aşağıya tökülən su damlaları onun şalvarının qırağındakı qırmızı zolaqlara dəyir və damla-damla aşağı süzülürdü. "Allah köməyin olsun, ay alagöz qız. İsa'nın ehsanı olsun." Qız badyanı geri aldı. Dalına baxa-baxa, gülümsəyə-gülümsəyə kənara çəkildi. "Dişlərini niyə ağardırsan ay qız? İstəyirsən gəl mənlə gedək." deyə Kuryuçkov qıza yer düzəldirmiş kimi yəhərdə bir tərəfə qısıldı. Astaxov atını sürüb qışqırdı. "Atını sür." Rıbaçov Kuryuçkova tənəli nəzər saldı. "Gözün düşdü? Ölmüşün baldırları gəzəyən arvad baldırı kimi qıpqırmızıdır," deyə Kuryuçkov güldü. Bu sözləri eşitdikdə hamı birdən komanda verilmiş kimi başını çevirib qıza baxdı. Qız qırmızı baldırlı kök ayaqlarını aralayıb, tumanı ətinə yapışmış və haçalanmış yambızlarını pırtladaraq quyunun çatısı üzərinə əyildi. "Evlənmək pis olmazdı," deyə Popov köksünü ötürdü. "Gəl səni bu qamçı ilə evləndirim," deyə Astaxov ona təklif etdi. "Qamçı ilə evləndirmək nədir ki? Ayğıra dönmüsən? Onu axtalamaq lazımdır. Biz onu buğa kimi vurarıq." Kazaklar gülüşdülər. Atlarını löhrəm yerişlə sürüb uzaqlaşdılar. Yaxın təpə üstündən dərədə və dikdirdə yerləşmiş Lyubov qəsəbəsi göründü. Qaravula gedənlərin arxasından təpənin dalından günəş çıxırdı. Biraz kənarda teleqraf dirəyinin kasası üstə qonmuş Torağay canfəşanlıqla oxuyurdu. Təlim komandasını yenicə bitirmiş Astaxov qaravul rəisi təyin olunmuşdu. O qəsəbənin ucqarında sərhəd yaxınlığındakı həyəti özü üçün düşərgə elədi. Ev sahibi üzü qırxıq, əyri qıç, yekə ağ keçə şlyapalı Polyak kazakları çardağın altına gətirdi. Atları haraya bağlamaq lazım olduğunu göstərdi. Çardağın arxasında seyrək payalı çəpər dalında yaşıl yonca tarlası görünürdü. Yamacların ətəyi yaxınlıqdakı meşəyə dirənirdi. Oradan o yanda isə yolun sanki doğram-doğram elədiyi taxıl zəmiləri saralır, sonra yenə məxmər kimi yumşaq və qalın yoncalıqlar işıldayırdı. Çardağın dalında, arxın yanında əldə durbin növbə ilə qarovul çəkirdilər. Yerdə qalanlar çardağın altında uzanıb dincəlirdi.
Oranı çoxdan bayırda qalmış taxıl iyi, saman tozu, siçan ifrazatı, bir də çürüntülü torpaqdan qalxan kifli meyxoş qoxu bürümüşdü. Mərəyin qaranlıq bir küncündə, kotanın böyründə özünə yer düzəltmiş Ivankov düz axşamadək yatdı. Onu gün batan çağı oyatdılar. Kryuçkov barmaqları ilə boynunun dərisindən yapışıb darta-darta dedi. Deyəsən hökumətin müftə çörəyini yeyib spaya dönmüsən. Qalx ay avara, get qarovula. Səhv eləmə Kozma. Qalx. Bəsdir. Hə, səhv eləmə. Bu saat qalxıram. Ivankov ayağa qalxdı. Onun üzü şişmiş, qıpqırmızı olmuşdu. O enli çiyinləri arasında möhkəm durmuş, qazana oxşar qısa boyunlu başını əydi, burnunu çəkə-çəkə, nəm yerdə yatdığından ona soyuq dəymişdi. Patrondaşını belinə bağladı və tüfəngi arxasınca sürüyə-sürüyə qapıya tərəf getdi. Şeqalkovu əvəz etdi. Durbini sahmanladı, xeyli vaxt şimal-qərbə meşəyə baxdı. Orada yel əsir, ağımsov taxıl zəmiləri yavaşca dalğalanır, yamyaşıl qızılağac meşəsi batan günəşin gur sarışın şəfəqinə bürünürdü. Qəsəbənin dalındakı balaca çayda çay yaraşıqlı mavi qövsə bənzəyirdi. Çimən uşaqlar çığırışırdılar. Bir qadın astadan bir uşağı çağırdı. Stasiyo, Stasiyo, bura gəl. Şeqalkov bir eşmə büktü. Aralananda dedi. Ora bax, gün batan gör necə şölələndi. Külək əsəcək. Külək əsəcək deyə Ivankov da onunla razılaşdı. Gecə atların yəhərləri alınmışdı. Qəsəbədə çıraqlar söndürülür, səs-küy kəsilirdi. Ertəsi gün səhər çağı Kryuçkov Ivankovu mərəkdən eşiyə çağırdı. Gəlsənə qəsəbəyə gedək. Nə üçün? Gedək bir şey yeyək, biraz da içək. İnanmıram ki bir şey tapasan, deyə Ivankov şübhələndiyini bildirdi. Mən sənə deyirəm ki taparıq. Ev sahibindən soruşmuşam. Bax, o daxmada üstü kirəmitdə o mərəyi görürsənmi? Deyə Kryuçkov dırnaqları uzanmış qaramtıl barmağı ilə nişan verdi. Orada meyxanaçıda pivə var. Gedək? Getdilər. Mərəyin qapısından başını eşiyə çıxarmış Astaxov onları səslədi. Hara gedirsiz? Rütbəsi Astaxovdan yüksək olan Kryuçkov saymazyana dedi. İndicə gəlirik. Qayıdın uşaqlar. Hürmə. Qoca, gicgahları uzun tüklü, göz qapaqları pırtlamış bir yahudi kazakları təzimlə qarşıladı. Pivə varmı? Var, indi qutarıb cənab Kazak. Biz pulla istəyirik. Həzrət Məryəmə and olsun ki, yoxdur. Məgər mən... Ah, cənab Kazak, bu namuslu yahudiyə inanın, pivə yoxdur. Yalan deyirsən, ay cuhud. Bıy, pan Kazak ayıbdır, mən düzünü dedim. Bəri bax, belə elə. Deyə dilxar olmuş Kryuçkov onun sözünü kəsdi. Sürtülüb köhnəlmiş pul kisəsini çıxartmaq üçün əlini şalvarının cibinə saldı. Sən gəl bizə pivə ver, yoxsa dava dalaş salaram. Yahudi çəçələ barmağı ilə pulu ovucunun içinə bastı. Pırtlamış göz qapaqlarını endirdi və dəhlizə keçdi. Bir dəqiqədən sonra nəm divarlarına arpa kəpəyi yapışmış bir butulka araq gətirdi. Bəs deyirdin yoxdur? Sənə nə deyim? Mən dedim pivə yoxdur. Yeməyə bir şey ver. Kryuçkov ovcu ilə vurub butulkanın probkasını çıxartdı. Qırağı sınıq fincanı ağzına qədər araqla doldurdu. Onlar daxmadan çıxanda azca sərxoş idilər. Kryuçkov oynayır, qaranlıq pəncərələri yumruğu ilə hədəliyirdi. Astaxov mərəkdə əsniyirdi. Divarın o tərəfində atlar quru otu xırçıldada yeyirdilər. Axşamüstü Popov məlumat apardı. Günü avaraçılıqla başa vurdular. Axşam oldu, gecə oldu. Qəsəbənin üzərində yüksəkdə sap-sarı ay süzür. Evin dalındakı bağda hərdən bir dəymiş alma şappıltı ilə ağacdan yerə düşürdü. Hiss olunurdu ki, nəm yerə düşür. Ivankov gecə yarısına yaxın qəsəbənin küçəsində at tappıltısı eşitdi. Sürünüb arxın içindən qırağa çıxdı. Diqqətlə səs gələn səmtə baxdı. Lakin bu vaxt ayın üzünü bulud örtdü. Bu bomboz pərdə ucbatından heç nə görmək mümkün olmadı. O, samanlığın qapısı yaxınlığında yuxulamış Kryuçkovu silkələyib durğuzdu. Kozma, atlılar gəlir, dur görək. Hayanla gəlirlər? Qəsəbənin içi ilə gəlirlər. Onlar eşiyə çıxdılar. Küçədə onlardan 50 sajın kənarda at dırnaqlarının tappıltısı aydınca eşidilirdi. Gəl bağa yürək, oradan daha yaxşı eşidilir. Qaça-qaça evin dalındakı balaca bağa getdilər. Çəpərin altına sindilər. Boğuq danışıq səsi eşidildi. Üzəngilər cingildədi. Yəhərlər xırçıldadı. Səslər biraz da yaxınlaşdı. Atlıların tutqun qaraltıları göründü. Hər cərgədə 4 atlı gəlirdi. Gələn kimdir? Sənə kim lazımdır? Deyə qabaq cərgələrdən bir nəfər tenor səslə soruşdu. Gələn kimdir, dillən, yoxsa vuraram.
deyə Kryuçkov çaxmağı şıqqıldatdı. Trrr, kimisə atın başına çəkdi. Onu çəpər tərəfə sürdü. Bu sərhədçilər dəstəsidir. Olmaya qaravulçusunuz? Qaravulçuyuq. Hansı polkdansınız? 3-cü Kazak polkundan. Trishin, sən orada kimlə danışırsan? Deyə kimsə qaranlıqda soruşdu. Çəpərə yaxınlaşmış atlı ona dedi. Zat aliləri, bunlar Kazak qaravul dəstəsidir. Çəpərin yanında ikinci bir atlı da yaxınlaşdı. Salam Kazaklar. İvankov xeyli duruxduqdan sonra salam deyə cavab verdi. Çoxdanmı buradasınız? Dünəndən. İkinci atlı kibrit alışdırıb papirosunu yandırdı. Kryuçkov işıqda sərhədçi paltarı geymiş zabiti gördü. Zabit papirosunu tüstülədə dedi. Bizim sərhədçilər polkunu sərhəddən götürdülər. İndi siz burasını nəzərdən qaçırtmayın ki, ön atəş xəttindəsiniz. Ehtimal ki, sabah düşmən bu tərəfə hərəkət edəcəkdir. Kryuçkov əlini tüfəngin tətiyindən çəkmədən soruşdu. Zat aliləri, bəs siz hara gedirsiniz? Biz buradan 2 verst o tərəfdə eskadronumuzla birləşməliyik. Hə, uşaqlar, atları tərpədin. Salamat qalın, Kazakçıqazlar. Yaxşı yol. Külək ayın üzünü örtmüş pərdəni qopartdı. Qəsəbəyə, bağlardakı ağaclar üzərinə, samanlığın şiş damına, dağın döşünə çatmış sərhədçilər dəstəsi üzərinə sarımtıl, solğun işıq yayıldı. Səhər bölüyə məlumat çatdırmaq üçün Rıvaçov yola düşdü. Astaxov ev sahibi ilə danışdı, o da əvəzində azca pul alıb, atlar üçün yonca biçilməsinə razılıq verdi. Gecədən bəri atlar yəhərli saxlanmışdı. Düşmənlə üz-üzə qaldıqlarından Kazaklar qorxuya düşmüşdülər. Qarşıda sərhəd gözətçiləri olduğunu bildikləri vaxt onlar ayrılıq və tənhalıq hiss etmirdilər. İndi sərhədin boş qaldığı xəbərini aldıqda isə onları bürüyən ayrılıq və tənhalıq hissi daha da qüvvətlənmişdi. Ev sahibinin əkin yeri Mərəkdən o qədər də uzaq deyildi. Astaxov yonca biçməyə İvankov ilə Şeqalkovu təyin etdi. Ev sahibi palazqulaq ağ keçə şilyapasını başına qoydu. Kazakları yoncalığa apardı. Şeqalkov yonca biçir, İvankov da nəm, ağır yoncanı dırmıqlayıb bafa bağlayırdı. Bu vaxt durbinlə sərhədə dirənən yola baxan Astaxov gördü ki, bir uşaq çölün cənub-qərb tərəfindən qaça-qaça gəlir. Uşaq təpə başından boz dovşan kimi hoppana-hoppana qaçır, geyindiyi uzun pencəyin qollarını silkəliyə-silkəliyə hələ uzaqdaykən qışqırır, nə isə deyirdi. O yürə-yürə yaxınlaşdı, nəfəsi kəsilə-kəsilə, gözləri bərələ-bərələ çığırdı. Kozak, Kozak, Ayman gəydi, Ayman o yandan gəydi. Uşaq pencəyinin xortumu andıran uzun qolunu irəli uzatdı. Almanların gəldiyi səmti nişan verdi. Bütün diqqətini toplayıb durbinlə irəli baxan Astaxov sıx dəstə ilə uzaqdan gələn almanları gördü. O gözlərini durbindən ayırmadan çığırdı. Kryuçkov! Kryuçkov mərəyin əyri qapısından bayıra atıldı. Ətrafa göz gəzdirdi. Qaç uşaqları çağır! Almanlar gəlir! Almanların süvari kəşfiyyat dəstəsi gəlir! Astaxov Kryuçkovun tappıltı salaraq getdiyini eşitdi və indi durbinlə sarı ot zolağının dalından gələn bir dəstə atdığını görürdü. O hətta onların kəhər atlarını və tünd göy rəngli mundirlərini seçirdi. Onlar 20 nəfərdən çox idilər. Atları bir-birinə yaxın, qarışıq halda sürürdülər. Müşahidəçi şimal-qərbdən gözlədiyi halda onlar cənub-qərbdən gəlirdilər. Atlılar yolun bu tərəfinə keçib, Lyubov qəsəbəsinin yerləşdiyi dərənin üstü ilə köndələn getdilər. İvankov dişlədiyi dilinin ucunu büzüşmüş dodaqları arasından eşiyə çıxarıb güc verdiyindən hıqqana-hıqqana bir şələ otu bağlayırdı. Əyri-qıç ev sahibi Polyak da qəlyan sonra onun yanında dayanmışdı. Polyak əllərini tokkasının altına keçirdib, gözləri üstə çəkdiyi palazqulaq şilyapanın altından ot biçən Şeqalkova qaşqabaqlı baxırdı. Oyuncağa oxşayan balaca kərəntini hirsli hərlədən Şeqalkov donquldanırdı. Bu da kərəntidir. Sən otu bununla çalırsan? Bununla çalıram, deyə Polyak dili qəlyanının didilmiş müştüyünə dolaşa-dolaşa cavab verdi. Barmağının birini tokkasından kənara çıxartdı. Sənin bu kərəntin ancaq arvadın ora-burasını biçməyə yarayar. Hə, deyə Polyak bununla razılaşdı. İvankov pıqqıldadı. O nə isə demək istədi, amma boylanıb baxanda gördü ki, Kryuçkov əkin yeri ilə qaça-qaça onlara sarı gəlir. Kryuçkov bir əli ilə qılıncından yapışıb, şumun içi ilə yırğalana-yırğalana qaçaraq gəlirdi. Biçini boşduyun. Nə olub? Deyə Şeqalkov soruşdu. Kərəntinin iti ucunu torpağa sancdı. Almanlar gəlirlər. İvankov qucağına götürdüyü ot bafasını yerə tulladı.
Ev sahibi başı üzərindən güllə yağırmış kimi sinə-sinə demək olar ki, əllərini yerə diriyə-diriyə evə tərəf qaçdı. Onlar mərəyə yenicə çatmış, tövşüyə-tövşüyə at belinə qalxmışdılar ki, Pelikaliya tərəfdən qəsəbəyə bir rota rus əskəri axışdığını gördülər. Kazaklar atları onların qabağına sürdülər. Astaxov rota komandirinə məlumat verdi ki, bir Alman kəşfiyyat dəstəsi qəsəbənin arxasına keçərək təpənin döşü ilə irəliləyir. Kapitan toz basmış uzunboğaz çəkməsinin burnuna ciddi nəzər salıb soruşdu. Onlar neçə nəfərdilər? 20 nəfərdən çoxdular. Siz onların qabağını kəsin. Biz də buradan gülləyə basarıq. O rotaya tərəf döndü. Sıraya düzülmək komandası verdi və sürətli yürüşlə əskərləri apardı. Kazaklar təpəyə çatdıqda gördülər ki, atlarını yortma yerişlə sürən almanlar onlardan qabağa keçib Pelikaliyaya gedən yoldan addayırlar. Quyruğu gödək, kürən at minmiş zabit hamıdan irəlidə gedir və açıq aydın görünürdü. Astaxov komanda verdi. Dallarınca sür. İkinci Qaravul məntəqəsinə çatana kimi biz onları yaxalaya bilərik. Hissəsindən geri qaldığına görə qəsəbədə onlara qoşulmuş atlı sərhədçi ayaq saxladı. Astaxov dala çevrilib qışqırdı. Niyə ayaq saxladın? Qardaş, bizdən ayrıldın? Sərhədçi saymazyana əlini yellətdi. Atını aramla qəsəbəyə tərəf sürdü. Kazaklar atlarını sürətli yorma yerişlə səyirdilər. Alman draqonlarının göyümsov paltarı indi hətta adi gözlə də aydınca görünürdü. Draqonlar qəsəbənin 3 versliyindəki kiçik obada yerləşmiş 2-ci Qaravul dəstəsinə tərəf gedir və boylanıb kazaklara baxırdılar. Draqonlarla kazaklar arasındakı məsafə açıq-aşkar azalırdı. Astaxov sıçrayıb yerə düşəndə boğuq səslə dedi. Onları gülləyə basaq. Kazaklar ayaq üstə dayanıb cilovları qollarına doladılar və yaylım atəş açdılar. İvankovun atı şahə qalxdı, sahibini yıxdı. O yıxılarkən almanlardan birinin də atdan yumbalandığını gördü. Alman əvvəlcə ağır-ağır böyrü üstə əyildi, sonra isə birdən qollarını irəli uzadıb yıxıldı. Almanlar dayanmadılar. Qısa lülə tüfənglərini çexoldan çıxartmayaraq atlarını səyirdib getdilər. Löhrəm yerişlə keçdilər. Onlar ətrafa səpələndilər. Yel əsdikcə onların nizələrinin ucundakı parça bayraqcıqlar yellənirdi. Birinci olaraq Astaxov atlandı. Qamçılar işə düşdü. Alman atlı kəşfiyyat dəstəsi birdən kəskin hərəkətlə sola buruldu. Onları təqib edərək kazaklar azca əvvəl vurulmuş, atdan yıxılmış Alman draqonunun 40 sajınlığından keçdilər. Buradan o yana dərə-təpə idi. Dayaz çuxurlar, dilim-dilim olmuş yarğanlar idi. Almanlar dərədən keçib yamaca qalxan kimi kazaklar atdan düşür, onlara hərəsi bir daraq güllə atırdı. 2-ci Qaravul məntəqəsinin qabağına çatanda almanlardan birini də vurub aşırdılar. Kriçkov ayağını üzəngiyə keçirə-keçirə qışqırdı. Yıxıldı! Astaxov eşmə bükməkdən saralmış barmağı ilə tüfəngin sandığına bir daraq patron yeridə donquldandı. Kiçik obadan indicə bizimkilər də onları gülləyə basarlar. 2-ci Qaravul məntəqəsi oradadır. Almanlar müntəzəm löhrəm yerişlə keçdilər. Kiçik oba yanından ötəndə oraya göz gəzdirdilər. Lakin həyət bomboş idi. Tikintilərin kirəmitli damlarını günəş bərk qızdırırdı. Astaxov atın üstündən bir güllə atdı. Dəstədən azca geridə qalmış Alman başını silkələdi və atını mahmızdadı. Əhvalat sonra aydınlaşdı. Kazaklar obadan yarım verst kənarda teleqraf tellərinin kəsildiyini bilib, keçən gecə 2-ci Qaravul məntəqəsindən çıxıb getmişdilər. Astaxov üzünü qalan yoldaşlarına çevirib qışqırdı. Atları 1-ci Qaravul məntəqəsinə səyirdirik. İvankov ancaq indi gördü ki, Astaxovun burnunun dərisi soyulmuş, nazik bir qabıq parçası burnunun deşiyi üzərindən sallanmışdır. O, çiynində tüfəngini düzəldib, kədərli səslə soruşdu. Niyə onlar özlərini müdafiə etmirlər? Saqqı olmuş at kimi nəfəs alan Şeqalkov dedi. Hələ gözdə. Almanlar dönüb arxalarına baxmadan 1-ci dərəyə indilər. Dərənin o tayında şumlanmış yer qaralır, bu tayda alaq otları və seyrək yollar görünürdü. Astaxov atın başını çəkdi, furaşkasını geri itələdi, alnındakı tər damcılarını əlinin dalı ilə sildi. Dönüb yoldaşlarına baxdı, yerə bir lopa tüpürüb dedi. İvankov, atını dərənin üstünə sür, gör onlar hardadılar. Üzü kərpiç kimi qızarmış, köynəyinin kürəyi tərdən islanmış İvankov qurumuş dodaqlarını yalayıb atını sürdü. Kriçkov mozalanları qamçı ilə qovub pıçıldadı. Bir papiros çəksəydi pis olmazdı. İvankov üzəngiyə qalxaraq atı addımla sürür, qobunun dibinə, aşağılara baxa-baxa gedirdi. O əvvəlcə yırğalanan nizə uclarını, sonra isə almanların qəflətən atların başını döndərib üzü yoxuşa hücuma keçdiklərini gördü. Atını qabaqda səyirdən zabit qılıncını qəşəng surətdə göyə qaldırmışdı.
İvankov atının başını geriyə döndərdiyi anda gördüyü zabitin qırxıq, tutqun sifəti və qəşəng oturuşu onun hafizəsində möhkəm qaldı. Alman atlarının tarappıltısı İvankovun ürəyində dolu yağırmış kimi səslənirdi. O, kürəyində ölümün buz kimi soyuq nəfəsini hiss etdi. Atın başını döndərib, səssiz-səmirsiz geriyə səyirtdi. Astaxov tənbəki kisəsini qatlamağa macal tapmadı. Cibinə qoyarkən yerə saldı. İvankovun dalınca çapan almanları görən kimi Kryuçkov atını birinci olaraq qabağa səyirtdi. Sağ cinahdan hücum edən alman süvariləri düz İvankovun üstünə gəlirdilər. Onlar görünməmiş bir surətlə İvankova çatmaqda idilər. İvankov atını qamçı ilə döyür, dönüb dalına baxırdı. Bomboz olmuş sifəti qorxudan biraz dəyilmişdi. Vahimədən bərəlmiş gözləri halqadan çıxmışdı. Astaxov yəhərin qaşına yataraq atını hamıdan qabaqda səyirdirdi. Kryuçkov ilə Şeqalkovun arxasından toz dumanı qalxırdı. İvankovun beynində yalnız bu sözlər dolaşırdı. Bax, bax, məni haqladı. Və o özünü müdafiə etmək barədə düşünmürdü. İri, dolu bədənini yumaq kimi büzüşdürür, başını atın yanına qısırdı. Ucaboy kürən bir alman özünü ona yetirdi. Nizəsini onun kürəyinə dürtdü. Nizənin ucu toqqanı yırtıb yan getdi. Yarım verşok qədər çəpinə, ətinə girdi. Qardaşlarım, geri qayıdın, deyə ağlını itirmiş İvankov çığırdı və qılıncını dartıb qınından çıxartdı. İvankov böyrünə yönəldilmiş ikinci zərbəni dəf edib üzəngiyə qalxdı. Soldan ona hücum edən almanın belinə bir qılınc çaldı. Almanlar İvankovu mühasirəyə aldılar. Hündür bir alman atı İvankovun atına elə döş vurdu ki, İvankov az qaldı atdan yıxılsın. İvankov yad adamın insanı dəhşətə gətirən sifətini ikinci dəfə üzbəüz, lap yaxından gördü. Birinci olaraq Astaxov özünü getirdi. Almanlar onu kənara sıxışdırdılar. Dişlərini qıcırtmış, sifəti meyit kimi ağarmış Astaxov qılıncla qorunur, yəhərdə fırfıra kimi fırlanırdı. Qılıncın ucu ilə İvankovun boynunu yaraladılar. Bir alman draqunu sol tərəfdən onun başının üstünə aldı. İti qılıncı havada donuq bir şəkildə işıldadı. İvankov qılıncını qabağa verdi. Polad tiyələr bir-birinə dəyib cingildədi. Arxa tərəfdən biri nizəni uzadıb onun paqon qayışına ilişdirdi. Dartıb paqonunu çıxartmağa cəhd etdi. Başını yana əymiş atın belində orta yaşlı, üzü çilli almanın tərli və qeyzli sifəti görünürdü. Alt çənəsi aramsız əsən alman qılıncını boş-boşuna havada oynadır, onu İvankovun sinəsinə soxmaq istəyirdi. Qılıncı qısa olduğundan çatmırdı. Alman qılıncı tulladı, tez-tez kirpi çalan, vahimədən böyümüş gözlərini İvankovdan çəkməyərək yəhərin yanına bağlanmış qısa lülə tüfəngini sarı çexoldan dartıb çıxarmağa başladı. O, qısa lülə tüfəngini çıxara bilmədi. Kryuçkov nizəsini almanın atı üstündən uzadıb ona dürtdü. Alman yəhərdə geriyə qatlandı. Tünd göy mundirinin yaxasını dartıb cırdı. Qorxu və heyrətlə fəryad etdi. Mein Gott! Almanca aman Allah deməkdir. Kənarda 8 draqon Kryuçkovu aralığa almışdı. Onu diri tutmaq istəyirdilər. Lakin Kryuçkov atını şahə qaldırır, bütün bədəni ilə yırğalanaraq qılıncını vurub əlindən salana kimi özünü qılıncla müdafiə etdi. Kryuçkov ona hamıdan yaxın olan almanın nizəsini dartıb əlindən aldı və təlimdə olduğu kimi onu genindən hərləməyə başladı. Kənara sıçramış almanlar onun bədənini gödək qılıncla üzdən yaralayırdılar. Qumsal torpaqlı, bir parça sahibsiz əkin yeri yanında insanlar üz-üzə gəlir, tutaşdıqca külək tərpədirmiş kimi yırğalanırdılar. Vahimədən vəhşiləşmiş kazaklarla almanlar nizə və qılınclarını hara gəldi, bir-birinin kürəyinə, qoluna, atına, silahına ilişdirirdilər. Ölümün dəhşətindən azğınlaşmış atlar bir-birinin üstünə atılır və boş-boşuna bir-birini aşırırdılar. İvankov özünü ələ alıb, qılıncını onu göz açmağa qoymayan uzun sifət sarışın draqunun kəlləsinə indirməyə bir neçə dəfə cəhd etdi. Amma qılınc hər dəfə draqunun polad dəbilqəsinin yançağına dəyib sürüşürdü. Başdan ayağa qan içində olan Astaxov mühasirəni yarıb çıxdı. Alman zabiti onun dalınca düşdü. Astaxov tüfəngini çiynindən çıxaran kimi zabiti demək olar ki, düzünə atəşlə öldürdü. Bu, vuruşmada dönüş yaratdı. Bədənləri bir neçə yerdən yaralanmış almanlar zabiti itirib səpələşdilər və geri çəkildilər. Kazaklar onları təqib etmədilər. Dallarınca güllə atmadılar. Kazaklar atlarını birbaşa Pelikaliye qəsəbəsinə, bölüyə tərəf səyirtdilər. Almanlar atdan yıxılmış yaralı yoldaşlarını yerdən qaldırıb sərhədə tərəf getdilər. İvankov atını yarım verst sürəndən sonra yəhərdə səndirlədi. İşim bitdi, yıxılıram, deyə o atını dayandırdı. Lakin Astaxov onun cilovundan tutub dartdı. Sür! Kryuçkov qanlı üzünə yaxır, əli ilə sinəsini yoxluyurdu. Gimnastiyorkasında qanlı ləkələr dolu idi.
İkinci qarovul məntəqəsinin yerləşdiyi balaca obaya çatdıqda iki hissəyə bölündülər. Astaxov həyətin dalındakı qızılağac meşəliyi basmış əfsanəvi yaşıl bataqlığı göstərib dedi: "Sağ tərəfə getməliyik." "Yox, sola getməliyik," deyə Kryuçkov tərslik etdi. Atlar hərəsi bir tərəfə sürdü. Astaxov İvankovla birlikdə qəsəbəyə biraz gec çatdılar. Bölüyün kazakları onları kənd hasarı yanında gözləyirdilər. İvankov cilovu tulladı, sıçrayıb atdan düşdü və səndirəyərək yıxıldı. Onun daşa dönmüş, bir-birinə yapışmış barmaqlarından qılıncı zorla dartıb çıxarda bildilər. Bir saatdan sonra bütün bölük Alman zabitinin öldürüldüyü yerə getdi. Kazaklar meyitin çəkmələrini çıxartdılar, paltarlarını soyundurdular, silahını götürdülər, dövrəsinə yığışaraq onun cavan, hirsli, indi isə artıq saralmış sifətinə tamaşa elədilər. Ust-Huperli Tarasov üstündə gümüş toru olan qol saatını meyitin qolundan vaxtında çıxardıb, onu burdaca Vızvud uryadnikinə satdı. Zabitin pulqabında bir qədər pul, bir məktub, paket içinə qoyulmuş bir çəngə sarışın saç, bir də dodaqlarında təşəxxüslü təbəssüm olan qız şəkli var idi.